Salam, sabahınız xeyir olsun dəyərli Space TV izləyiciləri. Yeni gündə, yeni xəbərlərlə yenidən qarşınızdayıq. Bugün təqvim dekabr ayının ikisini göstərir. Yenə də Azərbaycanda baş verən ən mühüm hadisələri sizin diqqətinizə çatdıracağıq. Xəbərinizin də proqramını aparıcınız mən Səidə Bəkir qızı təqdim edirəm. Qısaca anonslara diqqət eləyək. Bugünkü proqramımızda nələrdən xəbər tutacaqsınız? Bəzi təqdim eləyəcəyimiz materialların qısaca anonsunu diqqətinizə çatdırım. ATƏT-in Minsk qrupu tarixə qovuşdu. 276 min manatlıq qaçaqmalçılığın qarşısı alındı. Mənzil İnşaat Dövlət Agentliyi Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzili satışa çıxardı. Məzarlıqda oğurluq hadisəsi baş verdi. Sabunçu rayonu Safxoz Ramana qəsəbəsindəki qəbirstanlığa qənim kəsilən kimlərdir? Daşkəsən sakini qonşusunu oğurluqda ittiham eləyir. Bu və digər xəbərlər barədə indi isə daha ətraflı. Təfərrüatlara keçməzdən öncə qaynar xəttimizi diqqətinizə çatdırmaq istəyirəm. 077 379 0747 qaynar xətt nömrəmizdir. Dəyərli izləyicilərimiz, gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa və bizim həll etməyimizi, daha doğrusu aidiyyatı qurumların diqqətinə çatdırmağımızı istəyirsinizsə, probleminizi bizə video şəklində üzərində də şərhini verməklə göndərə bilərsiniz. İndi isə keçək xəbərlərə. Ötən gündən ATƏT-in Minsk qrupu rəsmi olaraq ləğv olundu. Bu qərar Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Regionun illərdir ki, qanayan yarasına çarə tapa bilməyən Minsk qrupu bir dəfəlik tarix oldu. Hansı ki, bir zamanlar bölgənin diplomatiyasının əsas aktarı sayılırdı. Düz 30 il regiona sülh gətirəcəyəm söyləyən bir qurum nəinki missiyasının öhdəsindən gələ bilmədi. Üstəlik, hətta ironiya ünvanına da çevrildi. Və zaman gəldi, Azərbaycan öz problemini özü kökündən həll etməyi bacardı. Artıq nə münaqişə var, nə də bu quruma ehtiyac. Necə deyərlər, bu format lazımsız əşya kimi tarixin zibilliyinə atıldı. Ölkə prezidentinin çox vektorlu xarici siyasətinin diplomatiyasının məntiqi nəticəsi olaraq 8 avqust 2025-ci il tarixdə Minsk qrupunun ləğvi bir şərt olaraq deməli sazişə də salınmışdı və həmin sazişin icrası ilə bağlı olaraq bugün biz artıq Minsk qrupunun bütövlükdə ləğvinin şahidi oluruq. Millət vəkili Samir Vəliyev onda deyir ki, bu formatın ləğvi sülhə doğru addımları bir qədər də itiləşdirmiş oldu. Demək olar ki, əsas maneələrdən biri aradan qaldırıldı. İndi artıq bölgədə yeni bir siyasi xəritənin çəkildiyini rahat şəkildə demək mümkündür. Artıq Minsk qrupunun da rəsmən ləğv olunması həm de yuri, həm de facto artıq belə bir təsisatın olmaması onu göstərir ki, sazişdə olan bəndlərin icrası həm Azərbaycan, həm Ermənistan tərəfindən ardıcıl olaraq sülhə doğru bir istiqamət kimi icra edilməkdədir. Beləliklə, ağır və çətin bir tarixin də sonu gəldi. Özü də bu qurumun ləğv olunması təkcə kağız üzərində bir qərar deyil. Bu həm də illərdir davam edən ikili standartların, nəticəsiz danışıqların, siyasi formalizmin bitməsi deməkdir deyə təhlilçilər qeyd edirlər. Mənzil İnşaat Dövlət Agentliyinin Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzil satışa çıxarılıb. Satış 3 dekabr səhər saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq. Sözügedən ərazidə studio tipli mənzillər 48.120 manat, 2 otaqlı mənzillər 69.240 manat, 3 otaqlı mənzillər 87.480 manat, 4 otaqlı mənzillər isə 118.800 manatdan başlayır. Satış prosesi güzəştli mənzillərin satışına dair qaydalara uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənəndən sonra mümkündür.
Kompleksdə 12 bina var və 2000-dən çox sakin yaşayır. Ancaq şəhərdən gələn avtomobillər bura birbaşa daxil ola bilmirlər. Binaların yanından keçir, lakin kompleksə girə bilmirlər. Məcbur kilometrlərlə məsafəni dövr eləyirlər. Şamaxinka ərazisində Moskva prospektində yerləşən çoxmərtəbəli binaların yerləşdiyi yaşayış kompleksinə giriş illərdir ki, sakinlər üçün ciddi problemə çevrilib. Niyəsini sujetdən biləcəyik. Həyətimizə gəlmək üçün Biləcəri avtovağzalının ətrafından dövr edib gəlməliyik. Evimizə gəlib çıxmaq, yəni 1 saat yarım vaxt verir. Şəhərdən gələn sakinlər binaya daxil olmaq üçün ərazidə dəfələrlə dövrə vurub uzun yol qət etdikdən sonra binaya giriş eləyə bilirlər. Bu isə həm vaxt, həm də ki, yanacaq itkisinə səbəb olur. Pik saatlarda isə vəziyyət daha da pisləşir. Söhbət Şamaxinka ərazisində Moskva prospektində yerləşən və 2000-dən çox vətəndaşın yaşadığı yaşayış kompleksindən gedir. Gəlmək üçün ya Alatavanın içindən gəlməliyik, orada da yollar çox dağınıqdır, ya da Biləcəridən fırlanıb gəlməliyik. Onlar da yəni bizim üçün problem yaşayır. Kompleksə giriş yol ayrıcına daha yaxın olduğu üçün daha yaxşı olardı ki, birbaşa yol ayrıcından kompleksə daxil olaq. Biz Şamaxinka istiqamətindən gələndə 3 seçim qarşısında qalırıq. Ya Biləcəridən üzə avtovağzaldan geri dönüş eləyək, ya Moskva prospektindən arxaya verib qəza şəraiti yaradıb kompleksə girək, ya da Alatavadan yolumuzu azaldaraq Alatavadan girək. Onda da idarə etdiyimiz avtomobil nəqliyyat vasitəsinin yəni xarab olur da, yolları bərbad vəziyyətdədir. 10 dəqiqəlik məsafəni 30 dəqiqə, 40 dəqiqə ərzində mənzil başına gedib çatılır. Yol qırağında olmağına baxmayaraq heç bir tədbir həyata keçirilmir bundan bağlı. Bura tamamilə iflic olur. Yəni girmək çıxmaq mümkün deyil. İnanırsınız, yarım saatlarla burada dayana bilərsiniz ki, buradan evinizə getməyin. Məcbur deməli girək Biləcərini fırlanıb evimizə qaydaq. Orada da eyni qaydada tıxac olur. Yenə eyni Alatavanın içində tıxac olur. Alatavan yolları da bərbad. Taksi sürücüləri isə uzun yol qət etməmək üçün çox vaxt çağırışdan imtina edirlər. Gələnlər isə tıxacda ilişib qalır və sərnişinlər uzun müddət taksini gözləməyə məcbur olur. Taksilər də ya imtina edirlər, ya da saatlarla gözləyirik ki, taksilərin bura gəlməyə çox vaxt aparır. Kompleksdə bir dənə yəni yanğın olsa, bir dənə bədbəxt hadisə baş versə, fövqəladə maşınlara da belə çətinlik çəkəcək ki. Skori gəlir, ləngiyir, taksi gəlir, ləngiyir. Gedib gəlmək mümkün deyil. O yanına gəl fırlanıb gələsən, o da gec olur. Bir neçə gün əvvəl Şamaxinka ərazisində tıxacın aradan qaldırılması istiqamətində işlərin başlanması burada yaşayan sakinləri də ümidləndirib. Sakinlər artıq məsələ ilə bağlı imza toplayaraq aidiyyatı qurumlara müraciət ediblər. Bura bir svetofor qoysunlar ən azından. Şey heç olmasa bir 10 saniyə, 15 saniyə olsa bir yaşıl işıqla biz kompleksimizə rahat şəkildə daxil ola bilərik. Yeni yol hazırlanması nəzərdə tutulub. Həmən işıq fordan məhəlləmizə, mayan yaşayış kompleksinə yönləndirici vasitəsilə, hər hansı bir vasitə ilə yolun yönləndirilməsi xahiş olunur. 600-700 nəfərə yaxın imza toplanılıb, müvafiq qurumlara müraciətlər olunub. Bunların həllinə bizə dəstək, köməklik göstərilməsi xahiş olunur. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə bildirildi ki, sakinlərin müraciəti əsasında mütəxəssislər əraziyə gedib yerində dəyərləndirmə aparacaq. Davam edirik, dəyərli izləyicilərimiz, paytaxtın Qaradağ rayonu Körgöz qəsəbəsinin sakinləri yolsuzluq problemindən əziyyət çəkirlər. Son illər qəsəbədə bir neçə küçə asfaltlansa da, elələri var ki, bugünə qədər hələ də asfalt çəkilməyib. Qəsəbədə digər problem isə gecələr küçələrin zülmətə qərq olmasıdır. Qəsəbədə asfaltlama 70-ci illərdə olub. Kəndə demək bu son 8 ildə demək 5-6 küçə demək asfalt vurulub. Mən 2000-dən buradayam, elə belədir bura. Yayda tozdan torpaqdan, payız qış aylarında isə yağış və palçıqdan bu yollar keçilməz olur. Görüntülər Körgöz qəsəbəsinin asfaltsız küçələrindəndir. 10 ildir bunlar mənə söz verir ki, məktəb uşaqlarına yol çəkiləcək, mənə sakitdən çəkilmir. Yox delər. Geydək görsəz görüm hara çəkilib. Qəsəbənin digər küçələrinə asfalt örtüyü çəkiləndə vəd verilib ki, 12-ci küçəyə də çəkiləcək. Lakin illərdir ki, verilən vədə əməl edən tapılmır. Şahidlər deyir ki, qəsəbə hər dəfə yeni ərazi nümayəndəsi təyin olunanda ilk görüşdə bu küçənin asfalt olunacağına söz verir. 25 il ərzində sakinlər məcbur qalıb özləri küçəyə çınqıl tökdürüblər. Sizə Ramiz müəllimə söz vermişdi. Keçən il Novruz bayramında bu yol çəkilməli idi. Bu yol çəkilməlidir. Ramiz müəllimə söz vermişdi. Bu indi aprel ayında gələcəksiniz, yenə olmayacaq. Verirsiniz axı.
Ümid verməkdən belə ki, bu gəlin də deyirəm 40 dənə küçəyə asfalt çəkilməli. Çorgöz qəsəbəsində təqdirə layiqdir ki, uzun illərdən bəri təmirsiz olan bir neçə küçəyə asfalt vurulub. Bu son illər həyata keçirilib. Ancaq maraqlıdır ki, hazırda olduğum bu küçənin yarısı asfaltlı, yarısı isə torpaqdır. Ya asfalt çəkilən zaman material qutardığı üçün belə bir vəziyyət yaranıb, ya da yəni evlərin qarşısına qədər asfalt çəkən insanlar tanışlıqla bu işi icra elətdirə biliblər. Çorgöz qəsəbəsi 197 saylı məktəbə bitişik bir neçə küçədə təmirsizdir. Uşaqlar məktəbə gedə bilmir. Yol görürsünüz də nə gündədir, qıravildir. Yağış yağdı, palçıqla gedir. Bir məhəllənin yoludur, uşaqlar hamısı bir dənə yoldur burada. Məktəbə gedib gəlirlər. Bu daşları özümüz eləmişik. Bütün bu məhəllənin cəmaatı ilə bir yerdə eləmişik. Ümumilikdə isə qəsəbənin 35 küçəsinin təmirə ehtiyacı var. Qəsəbədə sakinləri narahat edən digər problem isə əsas küçələrdə işıqlandırmanın, daha doğrusu işıq dirəklərinin olmamasıdır. İşıqlanması yox, axşamüstü gəlirlər, keçirlər. İt dolu olur, qurt dolu olur bu məhəllədə. Palçıqdakı yağışda Allah'a... Çorgöz qəsəbəsində mərkəz küçələrdə işıqlandırma yoxdur? Yox. Çorgöz qəsəbə ərazi nümayəndəliyindən verilən məlumata görə qəsəbədə işıqlandırma problemi Bakı şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsi tərəfindən həll olunmalıdır. Müəssisədən isə sorğumuza cavab olaraq bildirildi ki, qurum küçələrdə işıq dirəklərinin quraşdırılmasına yox, dirəklərin istismarına cavab etdi. Davam eləyirik. Dəvəçayın Şabran ərazisindən keçən hissəsi zibil poligonunu xatırladır. Aylardır çayın sahilinə atılan tullantıların təmizlənməməsi ərazidə antisanitar vəziyyət yaradıb. Acınacaqlı vəziyyətin yaranmasına bəs kimlər səbəb olur? Növbəti materialımızda bu suala cavab tapmağa çalışacağıq. Cəmaat üçün yer yoxdur. Zibil atmağa yer yoxdur. Qutular qoyulmur. Gəlib yığmırlar. Çay yatağının müxtəlif hissələri məişət tullantıları ilə çirkləndirilib. Buna görə də ərazidə üfunət qoxusundan dayanmaq mümkün deyil. Çirkəb suların və tullantıların çaya axıdılması ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur. İyi gəlir evlərə, hava təmiz hava olmur, zibil olur. Qəzinin yanıdır, evlərin yanıdır. Yəni belə çay zibillənir, çayın suyu gedir. Bağlara gedir, bostanlara gedir. Bura əvvəldə sel gəldi. O seldən sonra bu günə düşdü. Təmizlənirdi, təmiz idi. O seldən sonra bu günə düşdü. Çayın qırağı da əlbəttə ki, gəlir, qoxusu gəlir. Nəzarət eləsələr, nəzarətçi qoysalar, o vəziyyətdə düşməzdə. Yığan yoxdur. İyi qoxudan cəmaat yata bilmir ki, rayonda. Məsələ ilə bağlı Şabran şəhər icra hakimiyyətindən isə məsuliyyəti vətəndaşların üzərinə atdılar. Bildirdilər ki, vətəndaşlar zibili əraziyə atmasa bu vəziyyətdə yaranmaz. Dəvəçayın 400 metr radiyasında kifayət qədər zibil qutuları mövcud olduğu halda tullantıların çaya atılması qəbul edilməzdir və bu şəhərin ekoloji və sanitar vəziyyətinə ciddi zərər vurur. Dəvəçayın şəhərdən keçən hissəsində yaranan mənzərə əsasən bəzi sakinlərin məsuliyyətsiz davranışından qaynaqlanır. Qurumdan vəd verildi ki, tullantılar ərazidən götürülərək çay yatağı təmizlənəcək. Qış mövsümünün başlamasına artıq sayılı günlər qalıb, çünki dekabr ayının ikisini yaşamaqdayıq. Soyuq hava, buz bağlayan yollar və azalan görünüş məsafəsi yollarda riski artırır. Mütəxəssislər isə artıq indidən avtomobillərin qışa uyğun hazırlaşmasının vacibliyini vurğulayıblar. Bəs görəsən paytaxtda sürücülər necə? Avtomobillərini qışa hazırlayırlarmı? Bilirsiniz ki, qışa hazırlıq deyəndə artıq təkərlərin də qışa uyğun daha qalın təkərlərlə əvəzlənməsi lazımdır ki, daha detallı növbəti materialda biləcəyik. Bəzi sürücülər avtomobillərini indidən qışa hazırlayıb. Təkərlərdən antifrizə qədər bütün tədbirləri görsələr də, digərləri hələ bu haqda düşünmür. Təkərlərini dəyişmişik, şotkalarını dəyişmişik, hər bir şey qaydaya salmışıq. Mən bunu gücdən aldım bu təkərləri yayda. Hələ qismət olsa il boyu sürəcəm ta ki yiyiləndir. Yağını dəyişdirmişəm maşının, sonra təkərləri yoxlatmışam hamısını. 4 sezondur antifrizli təkərlərdir dolmaya qarşı dəyişmişəm, amma fikirləşirəm Azərbaycanda yəni qış elə də sərt keçmir, ona görə sürücülər ciddi tədbir görmür. Bakıdakı elə ki qış olmur, ona görə də yəqin ki hələ heç nə eləməmişik. Ən birinci təkər yada düşür, yəni başqa heç nəyə baxmamışam.
Mütəxəssislər də deyir, profilaktik tədbirlər həm qəza riskini azaldır, həm də avtomobilin sıradan çıxmasının qarşısını alır. Avtomobil şinlərinin belə deyək, mövsümə uyğun olaraq yenisi ilə dəyişilməsi, eyni zamanda belə deyək ki, akkumulyatorların, yəni soyuq havada bateriyaların daha belə deyək, tez sıradan çıxması nəzərə çarpır və buna görə ən azından batareyaların doluğuna nəzarət etmək lazımdır və əgər 3 ildən yuxarı bir müddətdə istifadə olunursa, dəyişmək məsləhətdir. Digər tərəfdən avtomobillərin soyutma sistemi ilə bağlı əsasən də yəni antifriz deyilən bir maddə var ki, o maddələrdən istifadə olunması, hansı ki, o da -25 dərəcə belə deyək, temperatura daha dözümlüdür. Yeri gəlmişkən, Gürcüstanda dekabrın 1-dən martın 1-nədək bəzi şəhərlərdə bütün avtomobillərin qış təkərləri ilə hərəkəti məcbur edir. Bəs belə bir tələbin Azərbaycanda tətbiqi mümkündürmü? Qış təkəri ilə bağlı tələblər hər ölkədə fərqlidir. Azərbaycanda qış o qədər də uzun müddətli olmur, daha sərt olmur. Ona görə də belə bir tələblər faktiki olaraq mövcud deyil. Qış mövsümündə təbii ki, təkərlərin qış təkərləri ilə əvəz olunması, qış şinləri ilə əvəz olunması təhlükəsizliyi artırır və onu da qeyd edeyim ki, qış şinləri xüsusi materialdan hazırlanır. Onların materialı daha elastik olur və şaxtaya dözümlü olur. Baş Dövlət Yol Polisi İdarəsi də avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı sürücülərə çağırış edib. Müraciətdə bildirilir ki, əlverişsiz hava şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin sahibləri qabaqlayıcı tədbirlər görməyə dəvət olunur. Davam edirik, dəyərli izləyicilərimiz. 276 min manatlıq qaçaqmalçılığın qarşısı alınıb. Belə ki, Ankara-Bakı aviareysi ilə gələn sərnişin yaşıl dəhliz buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşları vətəndaşın yüklərinə baxış keçirib və ona məxsus bagajdan və əl çantasından əvvəlcədən gömrük orqanlarına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brendi məhsullar və zərgərlik məmulatları aşkar ediliblər. Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 min Azərbaycan manatı təşkil edib. Faktla bağlı araşdırma aparılır. Samuqda ər və arvad əməkdaşımız bununla bağlı xəbər verəcək və o xəbəri də izləyək. Samuqda ailə faciəsi yaşanıb. Ər və arvad dəm qazından boğularaq ölüb. Hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakinləri 68 yaşlı Tanrıverdi Musayev və onun həmyaşıdı Maya Musayeva yaşadıkları evdə dəm qazından boğularaq ölüb. Tanrıverdi Musayev və Maya Musayevanın ölüm xəbərini ilk olaraq evdə olan oğlu və gəlini bilib. Onlar qapını açdıqda hər iki şəxsin cansız cəsədlərini görüblər. Məlumat üçün qeyd edək ki, dünyasını dəyişən şəxslər məhkəmə tibbi, ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Elə olub ki, böyüdə uşaq gec bilib, gör səssad gəlmir, qapıyı geyilib, məcbur o qapıyı açıb, baxıb ki, ikisi də zanaqlı deyildi. Oğlu gəlib qapını döyür ki, görək bunlar niyə çıxmır. Bir də qapını açıb görür, görür ki, ikisi də keçiribdir artıq. Faktla bağlı Samuq rayon prokurorluğunda araşdırma başlanılıb. Şamaxenka adlanan ərazidə hərəkətin təşkilinə dəyişiklik edilib. Dəyişiklik nədən ibarətdir? Deməli, Bakı-Sumqayıt yolu ilə paytaxtda daxil olan avtomobillərin iki seçimi var. Ya tunelə daxil olurlar, ya da ki, sağ istiqamətdə, yəni Şamaxenka istiqamətində gedirlər ki, burada da yolun ensiz olması səbəbindən saatlarla tıxac yaranır. Məhz elə sözügedən yolda problemin aradan qaldırılması ilə bağlı xüsusi layihə hazırlanıb. Layihə özündə nəyi ehtiva eləyir? İzləyək. Bura Bakının şimal giriş qapısıdır. Biz gündəlik olaraq ən çox tıxacları elə məhz burada şəhərin girəcəyində görürük. Yolun dar olması, döngələrin çoxluğu və maşınların həddindən artıq çox olması burada tıxacların artmasına səbəb olur. Saatlarla dayanırsan belə bir. Orada rayon taksiləri durur, nə bilim avtobuslar durur.
çox böyük xaos yaranır orada. Əks istiqamətdə ya qarşı tərəfdən gələnlərə yolun qırağında maşınlar saxlayır, gediş-gəlişlə çətinləşir. Geriyə dönüb qayıdan maşınlar üçün çətinlik yaranır, o maşınların orada dayanmağı. Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Moskva prospektinin Şamaxınka adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edir. 20 yanvar küçəsində Moskva prospekti ilə Asif Məhərrəmov küçəsi arasındakı hissədə 2 yol olsa da onlardan biri istifadə olunmur. Məhz buna görə də yolun kəsişməsində tıxac yaranır və yolun buraxıcılığı azalır. İstifadə olunmayan yolda isə maşınlar qanunsuz şəkildə park edir və bu da nəqliyyatın hərəkətinə ciddi maneə yaradır. Bu ərazi ilə bağlı layihə hazırlanıb və rəqəmsal əkiz üzərindən simulyasiyalar aparılıb. Layihə əsasən 20 yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə 20 yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq. Həmin ərazidə dayanan taksi sürücüləri isə ərazi bağlanacağı halda harda dayanacaqları ilə bağlı narahatdılar. Biz üçün bir yer təşkil eləsinlər, lap xahiş edirik. Gedək orada dayanıq, oradan adam yığıq gedək. Yaxşı olardı. Buranı da bağlayırlar. Qalıcı qələbələr. Bildirilir ki, dəyişikliklər nəticəsində 20 yanvar küçəsinə paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir. Geriyə dönmə eləyən maşınlar əsas axına daxil olanda tıxac və maneə yaranır. Zolaq dəyişən sürücülərlə əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında qəza riski daha da artır. Pik saatlarda isə vəziyyət daha da pisləşir. Layihənin icrası ilə Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyə dönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək. Svetofor özü yolu tənzimləyəcəkdir. Çoxdandan olmalıdır. Əksər və günün Liboy saatında orada probkalar yaranır. Sözü gedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək. Günəş Rizayeva, Nadir Cəlilov. Belə yerdə deyirlər ki, gec olsun, güc olsun. Orada sürücülər söyləyirlər ki, bu əvvəlcədən olmalıydı. Yəni bu işıqforlarla, svetoforlarla bu yolun tənzimlənməsi məsələsi. Ümumiyyətlə bu 20 yanvarın tıxac düyünü elə düyündür ki, orada körpüdə çəkdilər, nə bilim, tunel də qazdılar, amma yenə də baxırsan ki, orada problem həll olunmur. Düzdür, tıxaclar nisbətən azaldı. Sonradan o tunellər vasitəsilə, körpü vasitəsilə, amma yenə də insanlar var ki, orada dəqiqələrlə 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqələrini itirirlər və xüsusən də şəhərin giriş hissəsi ilə Şamaxınkadan başladığına görə artıq oradan problem də başlayır. İşə gecikir insanlar, əsəbləri korlanır insanların. O baxımdan da nəhayət ki, bu düyünü açmaq lazımdır və burada tıxacın aradan qaldırılması üçün çox ciddi bir şəkildə addım atılmalıdır. Növbəti layihədə bu nəzərdə tutulub deyirlər. İnşallah ki, layihə nə qədər effektli olacaq, bunu da görmüş olacağıq. Davam edirik, dəyərli izləyicilərimiz, digər xəbərlərimizlə. Bizim qaynar xəttimizə, hansı ki 077-379-07-47-dir qaynar xəttimiz. Bu qaynar xəttimizə bir izləyicimiz video çəkib göndərib və bu videonu qəbirstanlıqdan çəkib. Hansı ki, Musayev Ayaz Azad oğlu şikayət eləyir qəbirstanlıqda gördüklərindən və qəbirstanlıqda yaşadıqlarından. Belə ki, o deyir ki, məzarlıqlarda oğurluq halları durmadan artır və məzar daşlarını oğurlayıb aparırlar. Məzara qoyulan o mərmər güldanları oğurlayıb aparırlar və hər dəfə də gələndə görürlər ki, onların əzizinin məzarının daha bir hissəsi sökülüb. Deməli, bura Sabunçu rayonunun Savxoz Ramanı qəsəbəsidir. Buranın qəbirstanlığıdır. Deməli, əzizlərimizi, yaxınlarımızı gətirib dəfn eləmişik bura. Hər gələndə problemlərlə üzləşirik. Burada nədir problemlər? Bu baş daşının üstünü, yanını oğurlamaq məsələsi. Baxın, bura bu qara mərmərdən burada da var idi. Bir də buranın
üstünün daşını oğurlamışdılar. Dedik gələk düzəldək. Gəldik ki, deyiblər ki, daha bir dəfəlik eləyiriksə, əlimizi bulamışıq, işi yarımçıq qoymayıq. Gəlib buranı doğrayıblar, buranı doğrayıblar. Sağında, solunda güldan var idi, onlar doğrayıblar. Burada işləyən ustalardan soruşuram, deyir ki, bizim deməli, burada bir dənə sizin qəbir deyil, bir neçə qəbirlərdən elə oğurluq hadisəsi olur. Deyir, 7-8 nəfəri tutmuşuq, aidiyyatı orqanlara təslim vermişik, amma yəqin ki, hələ tam bu qəbirstanlıqdan oğurluq eləyənlər, kimlərdirsə, hamısı tutulmayıb, hamısı saxlanılmayıb. Yəni, qəbirstanlıq diri insanların oturub istirahət elədiyi yer deyil, ölü insanların torpağa tapşırıldığı yerdir və hər kəsin də yaxınının məzarı olur ki, gedəndə ya istəyir onun anım gün olsun, ya istəyir dünyadan köçdüyü gün olsun, gedir, ziyarət eləyir və xüsusən də Azərbaycanda dedikdə önəmli bayramlar var. Kimsə yeni ildə də ziyarət eləyir, kimsə Novruz bayramında, Qara bayram deyilən bir bayram var Azərbaycanda. Bu bayramlarda uzun sözün qısası da ildə ən az heç olmasa 2 dəfə insanlar gedib doğmaların məzarını ziyarət eləyirlər. Amma məsələn, bir dəfə ziyarət eləyəndə görürsən ki, nəyi necə qoymuşsansa yerindədir. Digər bir vaxtda gələndə görürsən ki, güldan yoxdur. Sonra bir neçə gün sonra gəlirsən, görürsən ki, məzarın qıraqları da sökülüb. Təbii ki, o həyatını oğurluq üstündə quran, oğurluq üstündə yaşamını tənzimləyən insanlara qəbirstanlıq ölülərin uyuduğu bir yerdir deyə anlada bilməzsən. Yəni, sənin də dəyərlin bir gün burada dəfn oluna bilər və onun da üzərinə sənin qoyduğun bir şeylər gəlib oğurlayarsa deyərsən, amma qəbul etməz ki, çünki ümumiyyətlə, qəbirstanlıqda oğurluq eləyən bir adamın o həyat baxışı, nə bilim, hadisələrə yanaşması, nə formadadırsa bu artıq görünür də oğurluq etdiyi məkandan. Amma insana həqiqətən də üzür, birisi atasının məzarının üzərini düzəldir. Ora, bilmirəm, mərmərdən. Bəzi övladlar var ki, öz atalarına və yaxud da ki, analarına borcu bu şəkildə verirlər. Bəzilərində görürük ki, heç illərlə ana-ata dəyəri bilməyib, amma anaları, ataları dünyalarına dəyişəndən sonra az qalırlar ki, bir ev tiksinlər orada o qəbrin üzərində, məzarın üzərində. Düzdür, mən bunun əleyhinəyəm, çünki insan o valideyn sevgisi içəridə olmalıdır. Ondan sonra özünü kimə göstərmək istəyirsən, nə üçün eləyirsən ki, mərmər. Məsəl üçün, baş daşları var ki, baxırsan ki, nə hündürlükdədir də. Yəni, buna niyə ehtiyac var? Və yaxud da ki, 3 mərtəbəli belə. Düzdür, bu hərənin öz şəxsi seçimidir, hərənin öz yanaşmasıdır, hərənin öz düşüncəsidir. Biz ona bir şey deyə bilmərik. Amma ki, zamanında valideynlərə hörmət eləmək lazımdır. Öləndən sonra qeyb orada 3 mərtəbəli nəsə bir şey ucaltmağa ehtiyac yoxdur mənə görə. Amma izləyicinin bu şikayətinə gələndə də deyir ki, çalışdıq ki, üzərini düzəltməyə gəldik, gördük ki, kənarlarını da söküb aparırlar. Bu ilə bağlı aidiyyatı qurumlar mütəmadi iş görürlər, oğurluq hadisəsi ilə bağlı. Ara sıra məlumatlar da eşidirik, amma yenə də deyirəm, bu bir vicdan məsələsidir artıq. Davam edirik, dəyərli izləyicilərimiz. Daşkəsəndə qonşular arasında mübahisə yaranıb. Rayonun Xoşbulaq kənd sakini Faiq Yusifov iddia eləyir ki, evini təmir etmək üçün aldığı tikinti materialları yaxınlıqdakı qonşu tərəfindən oğurlanıb. Xatırlayırsınızsa, bir neçə həftə bundan öncə bizim qaynar xəttimizə gələn şikayət idi. Qonşu qonşudan şikayət eləyirdi. Deyirdi, daşımı, qumumu gətirib tökmüşəm həyətimə. Bir də gəlirəm ki, nə daş var, nə də ki, bir şey qonşum gəlib yığıb aparıb. Amma qonşu da bunu etiraf etmir. Məsələni daha dərindən öyrənmək üçün Space xəbərin əməkdaşları həmin sözü gedən rayonda olublar, sözü gedən kənddə olublar. Nələri lentə alıblar, izləyək. Mən 4 kamaz daş dökmüşdüm, bu çay daşı qalıb. Bunun hamısını daşıyıb qonşum tövləsinə, əmsi onun tövləsinə doldurub. Pirus mənim qapımda bütün armaturlarımı söküblər. Bir armaturum qalmayıb. Daşkəsən rayon Xoşbulaq kənd sakini Faiq Yusifov qonşusunun onun evindən tikinti materialları oğurladığını iddia edir. Deyir ki, qəzalı vəziyyətdə olan evin təmiri üçün tikinti materialları alıb. Lakin may ayının sonunda alınan tikinti materiallarının yoxa çıxdığını görüb. İddia edir ki, çay daşlarından ibarət tikinti materiallarını qonşusu Tapdıq Abdullayev oğurlayıb. Bundan əlavə çəpər kimi istifadə etdiyi dəmir armaturlar və evinə gələn elektrik xətlərinin də oğurlandığını deyir. Çətinliklə
zorlanıram. Pirusdakı o daşı çətinliklə almışdım. Ona görə mən hara müraciət eləyirəm, hələ də baxılmır. Daşı da getdim, tutdum, fakt sübut da etdim. Hardasa bir 45'e yettir armaturdu. 4 kamaz da daş olub. Ondan da hardasa 3 kamazını aparır. Qapım kabelini hər il kəsirlər. Vallahi təxmin mən nə deyim, hardasa 1500'e yaxın maziyan dəyib. Oğurluqda ittiham olunan Tapdıq Abdullayev isə bildirib ki, barəsində deyilən məlumatlar yalandır və Faiq Yusifov ona şər atır. Deyir, şikayətçi və sübutları varsa istənilən quruma müraciət edə bilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə məsələ ilə bağlı bildirildi ki, müraciət araşdırılıb, fakt öz təsdiqini tapmayıb. İlham Məmmədov, Diana Cəlali, Space xəbər Daşkəsən. Bəli, oğurluq hadisəsi, oğurluq faktı öz təsdiqini tapmayıb deyə məlumatda qeyd olundu, materialda qeyd olundu. Amma dediyimiz kimi, həmin bu şəxs, qaynar xəttə şikayət ünvanlayan şəxs Faiq Yusifov iddia eləyir ki, onun gətirib boş sahəyə, açıq sahəyə, yəni öz torpaq sahəsinə tökdüyü, deməli, tikinti materiallarını qonşusu oğurluyur. Və davam eləyəcək dəyərli izləyicilərimiz 077 379 07 47 qaynar xətt nömrəmizi, belə deyək ki, o ön hissəsini bir daha qeyd edirəm, 077. Çox xahiş edirəm, başqa abunəçilərə şikayətlərinizi göndərməyin. Bir də sosial şəbəkə üzərindən bizə şikayət göndərməyin. Çünki biz videoların hamısını qaynar xəttimizdə qəbul edirik. Çünki bizim özümüz də orada qeydlər aparırıq özümüz üçün. Kim göndərdi şikayəti, hardan göndərdi şikayəti, şikayət hara ünvanlanmalıdır. Ona görə də sosial şəbəkə üzərindən bizə şikayət atmayın. Çox xahiş edirik 077 379 07 47. Qaynar xəttimizə atın, probleminizi söyləyin. Oradan mütləq şəkildə video formatında təqdim edin şikayəti bizə ki, biz də buradan elə sizin dilinizdən aidiyyatı qurumların diqqətinə çatdıraq. Proqramımıza yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Gününüz və səhəriniz xeyirli, uğurlu olsun dəyərli izləyicilərimiz və diqqətinizə qaynar xətt nömrəmizi çatdırmaq istəyirəm. 077 379 07 47 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa və bizim işıqlandırmağımızı istəyirsinizsə, probleminizi qaynar xəttimizə video formatda üzərindən şərhini verməklə göndərin və biz də buradan təqdim eləyək. Əli Kərimli həbs edildi, məhkəmə qərar verdi. Belə ki, AXCP sədri Əli Kərimli barəsində həbs qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlik hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb. Mayor Quliyevə hökm oxunub. Belə ki, Azərbaycan ordusunun təlim və tədris mərkəzinin tibb xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyev barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Azərbaycan ordusunun təlim və tədris mərkəzinin tibb xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Azərbaycanda hansı müəllimlərin maaşı artırılacaq? Bununla bağlı rəsmi xəbər var. Bu xəbəri də diqqətinizə çatdırıram. Dekabrın 1-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elmi Şuranın növbəti iclası keçirilib və Elmi Şuranın iclasında rektor dosent Rüfət Əzizovun təqdimatı əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor müəllim heyətinin
əmək haqlarının artırılması barədə qərar qəbul edilib. Elmi Şuranın qərarına əsasən dekan, kafedra müdürləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15-20%, tutorların 33% və laborantların əmək haqqı isə 20% artıb. Artımdan sonra professor müəllim heyətinin əmək haqqı bu şəkildə olub. Professor 2150 manat, dosent 1700 manat, baş müəllim 1500, müəllim isə 1350 manat maaş alacaq və bir daha qeyd edirəm, bu artımdan sonra belə olub. Daha bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanın dilbər güşələrindən biri və özünə məxsus bənzərsiz gözəlliyi olan Kəlbəcərə qar yağıb. Belə ki, Kəlbəcərə dekabrın ilk günü qar yağıb və Kəlbəcər dekabr ayının 1-də ağ örpəyə bürünüb və bir sıra yaşayış məntəqələrinə, rayonun bir sıra yaşayış məntəqələrinə qar yağdığı bildirilir və onunla bağlı görüntülər də sosial şəbəkələrdə təqdim edilib. Qız Qalasındakı qırmızı işığın səbəbi nədir? Onun səbəbləri açıqlanıb. Belə ki, Azərbaycanın qədim tarixi memarlıq abidəsi olan Qız Qalası tam şəkildə qırmızı rənglə işıqlandırılıb. 1 dekabr Ümumdünya Gicslə Mübarizə Günü münasibəti ilə edilib. Qız Qalasının qırmızı rənglə işıqlandırılması, qırmızı rəng Gicsə qarşı mübarizənin rəmzi olan lentin rəngini ifadə eləyir və vətəndaşlara xəstəliklə bağlı vacib xəbərdarlıq, həmçinin güclü ictimai mesajda təqdim olunub. Bir çoxları ilə sosial şəbəkə üzərində də bununla bağlı sual verirdilər ki, nəyə görə qırmızı rəngə boyanıb Qız Qalası və artıq bununla bağlı açıqlama da verildi. Davam edirik, dəyərli izləyicilərimiz. Deməli, keçmiş vəzifə kimsəni məsuliyyətdən yayındıra bilməz, deyir Milli Məclisin üzvü. Belə ki, son əməliyyat istintaq prosesləri göstərdi ki, ictimai etimaddan suyu istifadə edib müxtəlif mərkəzlərin milli maraqlarımıza zid siyasi sifarişlərini yerinə yetirən gizli dairələr illərlə paralel gündə formalaşdırmaqla əsl imkanlarını qoruyub saxlamağa çalışıblar. Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib. Millət vəkili bildirib ki, uzun müddət yüksək dövlət postu tutmuş Ramiz Mehdiyev özünü formalaşdırdığı sistemdən kənar şəbəkələr vasitəsilə islahatçı, intellektual, dövlət təfəkkürlü fiqur kimi təqdim eləyərək ətrafına siyasi və akademik çevrələr toplayıb. Onunla eyni xəttdə dayanan radikal müxalifət ritorikası ilə tanınan Əli Kərimli və bu xəttdə qoşulan digər simalar Mehdiyevin yaratdığı imkanlar və maliyyə resursları hesabına cəmiyyətdə prinsipial mübariz, demokratiya carçısı obrazı qazanmağa çalışıblar. Lakin araşdırmalar ortaya çıxardı ki, bu obrazlar daxili ictimai rəyə yox, xarici dövlətdən gələn tapşırıqlara uyğunlaşıb. İllərlə yazılan kitablar, verilən müsahibələr, azad cəmiyyət, demokratiya kimi şüarlarla müşayiət olunan kampaniyalar reallıqda başqa məqsədlərə xidmət edib. Məqsəd ölkənin siyasi sistemini və konstitusiyon quruluşunu zəiflətmək, hakimiyyətlə cəmiyyət arasında sistemli şəkildə etimadsızlıq toxumu səpmək, ölkəni kənardan idarə olunan təzyiq alətinə çevirməkdən ibarət olub. Xaricdə qeydiyyatdan keçmiş təhqiqat mərkəzləri, fondlar vasitəsilə qurulan əlaqələr bu planların diqqəti real alternativ idarəçilik mexanizmlərindən yayındıraraq dayaqları funksiyasını yerinə yetirib. Azər Kərimli onu da qeyd edir ki, burada fundamental bir xətti aydın çəkmək lazımdır. Hakimiyyətin tənqid edilməsi, konstruktiv siyasi mübarizə aparılması sağlam siyasi mühitin tərkib hissəsidir. Amma daxili siyasi meydan, Moskva və digər başqa paytaxtlarda hazırlanmış senarilərin tətbiq olunacağı platforma deyil. Əgər hər hansı bir qrup miting, bəyanat və çağırışlara xarici strateji mərkəzlərin planlarının bir parçasına
çevirirsə, burada artıq müxalifətdən deyil, dövlətə xəyanətdən söhbət gedir. Və deputatın sözlərinə görə Azərbaycan bugün öz sözünü deyən dövlətdir. Bu mövqeyi qorumaq üçün həm xarici təhdidlərə, həm də onların daxilindəki təsir agentlərinə qarşı prinsipial ardıcıl qanuna söykənən reaksiya vacibdir. Heç kimin keçmiş vəzifəsi, akademik titulu və ya illərlə müxtəlif şəbəkələr vasitəsilə formalaşdırdığı saxta şəxsi imici onu məsuliyyətdən kənarda qoya bilməz. Ölkənin əsaslarını sarsıdan, onu başqa dairələrin alətinə çevirməyə çalışan qapalı siyasi sxemlərə göz yummaq gələcək nəsillərə qarşı məsuliyyətsizlik olardı. Tarix də, qanun da son nəticədə bu həqiqətləri təsdiq eləyir. Dövlətə qarşı oyun quran hər kəs bir gün qanun qarşısında cavab verməlidir deyə Milli Məclisin deputatı Azər Kərimli qeyd eləyib. Davam eləyirik, dəyərli izləyicilərimiz. Digər son dəqiqə xəbərlərlə daha hansı məlumatlarımız var, onları da sizin diqqətinizə çatdıracağım. Bir daha yeni qoşulan izləyicilərimizin diqqətinə bizim qaynar xəttimizi təqdim eləyirəm. 077 379 07 47. Qaynar xətt nömrəmizdir. Gördüyünüz və şahidi olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Bir ölkə gündəminə də qısaca nəzər salaq. Birləşmiş Ştatlar Ukraynanın ərazi güzəştlərinə getməsini istəyir. Belə ki, Birləşmiş Ştatlar və Ukrayna nümayəndələri arasında Floridada keçirilən məsləhətləşmələr çox çətin və gərgin keçib. Əsasən də bu məsləhətləşmələrdə ərazi məsələləri müzakirə olunub. Məlumata görə danışıqlar çətin və gərgin olsa da məhsuldar alınıb. Danışıqlarda Birləşmiş Ştatlar razılığa gəlmək üçün Ukraynanın ərazi güzəştlərinə getməsini istəyib. Bu səbəbdən görüşün əsas hissəsi ərazi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Wall Street Jurnal nəşrinin daha doğrusu Birləşmiş Ştatlar administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yaydığı məlumatda isə qeyd olunur ki, Birləşmiş Ştatlar və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi həll olunmamış qalıb və görüşü şərh eləyən Birləşmiş Ştatlar prezidenti Donald Trump isə bəyan eləyib ki, Ukrayna münaqişənin həlli ilə bağlı razılığa gəlmək üçün yaxşı şansa malikdir. Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 4 nəfər həlak olub. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 4 nəfər dünyasını itirib. Məlumata görə hücum zamanı 40 nəfər də xəsarət alıb. Bununla bağlı görüntülərimiz də var, əməkdaşlarımız təqdim edə bilər. Onların böyük əksəriyyəti xəstəxanalardadır. 11 yaralının vəziyyətinin isə ağır olduğu bildirilir. Axtarış xilas etmə işləri başa çatıb və bildirilir ki, hücum nəticəsində 4 çox mərtəbəli yaşayış evi zədələnib və eyni zamanda təhsil müəssisələrinin və xeyriyyə təşkilatlarının binaları, həmçinin bir sıra qeyri-yaşayış obyektləri dağıntılara məruz qalıb. 49 avtomobilə ziyan dəyib. Rusiya qoşunlarının hücumu nəticəsində həlak olanlarının xatirəsinə dekabrın 2-də Dnepr şəhərində matəm günü elan olunub. Bütün danışıqlara baxmayaraq, bütün məsləhətləşmələrə baxmayaraq, hələ də iki ölkə prezidentləri razılığa gələ bilmirlər. Rusiya prezidenti Vladimir Putinin tələbləri çox ciddidir və Ukrayna prezidenti Volodimir Zelenski də Krım işğaldan azad olunmayana qədər biz müharibəni dayandırmayacağıq deyirlər. Düz son müraciəti xalqa Ukrayna prezidenti Volodimir Zelenskinin onu deməyə əsas verir ki, artıq gerçəkdən də bu ölkə tükənir. Çünki illərlə davam edən müharibə və heç fasilə verilmədən, hətta atəşkəs imzalanır, bir neçə günlük deyildiyi anda belə yenə də hücumlar davam edir. Bu isə bir ordunun
dayanmadan mübarizə aparmasını çox çətinləşdirən şərtlərdən biridir və inşallah ki, qısa müddət ərzində bu iki ölkə arasında da müharibə dayanar. Ümumiyyətlə, dünyada sülh olar. İnsanlar sülh istəyir, amma çox təəssüf ki, siyasi dairələr bəzi hallarda müharibə deyirlər və onların dedikləri olur. Davam edirik, dəyərli izləyicilərimiz. Lerik rayonundan Qasımov Xeyrullah adlı izləyicimiz qaynar xəttimizə müraciət eləyib. O söylüyor ki, o kəndin problemi qaz problemidir. Xahiş eləyirik ki, aidiyyatı qurumlara müraciət edəsiz, bizim qaz məsələmizi həll etsinlər. Hər ay bir maşın oduna 600 manat veririk və pul da çatdıra bilmirik, deyir izləyici. Sizi salamlayıram. Sizi Lerik rayonun Şingadılan kəndində təqaüddə olan müəllim Qasımov Xeyrullah Xubəliyoğlu salamlayır. Mən sizdən dönə-dönə xahiş edirəm ki, bizim hal-hazırda yaşadığım Lerik rayonun Şingadılan kəndində ancaq bizdə bir dənə qaz problemidir. Sayda xanım, hər gələndə deyirlər ki, gələn il çəkərik. Ta gəlirlər, tələb edirik ki, yenə deyirlər ki, gələn il çəkərik. Ən nəhayət qonşu kəndlərimizdə qaz var, amma rayonun ən iri yaşayış məntəqəsindən biri olan hal-hazırda yaşadığım Şingadılan kəndində qaz yoxdur. Mən sizdən dönə-dönə xahiş edirəm ki, bizim adımızdan, bizim kəndimizin cəmiyyəti adından xahiş edərsiniz ki, qoy bu mavi yanacağı inşallah bizim kəndimizə də çəksinlər. Çox da böyle rahat bir kənddir, asan bir kənddir, maşın yolları, asfalt yolu gəlir kəndin ortasına keçir. Ancaq nə su problemi, nə yol problemi, heç problemimiz yoxdur. Bizim bir dənə problemimiz qaz problemidir. Ona görə bir maşın odunu biz ildə gəlirik burada 550-600 manata alırıq. Bu qaz işimizi yerinə qoysunlar. Ona görə hər dəfə biz yazanda, gəlib çəkəndə deyirlər ki, yox, bu illəri imkan olmadı, qaldı gələn ilə. İnşallah 2026-cı ildə sizdən bir şad xəbər qarşı gözlərik ki, və bu qazı çəkərik və şəxsən də sizin burada iştirakınızı mən çox arzu edərdim. Çox sağ olun, salamat qalın. Hörmətlə Lerik rayonun Şingadılan sakini, təqaüddə olan müəllim Qasımov Xeyrullah Xubəliyoğlu. Çox sağ olun, minnətdaram. Sizə, sizin rəhbərliyinizə minnətdaram. Çox sağ olun, minnətdaram yenə sizə. Deməli, Xeyrullah müəllim deyir ki, hər dəfə gəlirlər və hər dəfə də gələndə deyirlər ki, inşallah çəkəcəyik, az qalıb, yəni ümid verirlər. Əbəs yerə də deyilmir ki, ümid sonda ölür. Əgər bir insanın ümidi ölürsə nəyəsə, onun həyatının, yaşamağının heç bir mənası qalmır. Ona görə də aidiyyatı qurumlar çox-çox sağ olsunlar. Qaz borularını gətirə bilməsələr də, qazı çəkə bilməsələr də, mavi yanacağı evlərə verə bilməsələr də ən azından ümid verə bilirlər. Yəni, belə deyək də, burada haradasa kompensasiya eləməyə çalışırlar ki, qaz verə bilmirik, amma ki, söz verə bilirik. Bizim də ki, aidiyyatı qurumların əlindən söz verməkdən gözəl nə gəlir ki, düzdür, işin öhdəsindən çox yaxşı gələn, yəni işləyən idarə müəssisələr də var, yəni hər kəsin haqqına girməyəcək təbii ki burada. Amma ki, ən gözəl bacardıqları söz verməkdir. Hə, indi o söz nə zamansa əmələ çevriləcək, çevrilməyəcəksə, bunu da illər göstərəcək və bizim Xeyrullah müəllim deyir ki, 2026-cı ildə inşallah siz bizə şad xəbər verəsiniz. Bizim kəndi özü deyir ki, böyük kənddir, yolu da var, suyu da var. Sadəcə biz qazsızlıqdan əziyyət çəkirik. Lerik rayonunun çox kəndləri var ki, sırf qazla bağlı bizə müraciəti eləyirlər və biz də mütəmadi olaraq bu məsələləri buradan işıqlandırırıq. Və deyir, ümid eləyirəm ki, bizə qaz çəkəcəklər və siz də gəlib orada iştirak eləyəsiniz. Düzdür, biz indi o qaz çəkiləndə orada iştirak eləyə biləcəyik, yoxsa bilməyəcəyik. Onu deyə bilmərəm, amma ki, sizdən xahiş eləyəcəm ki, qaz çəkilsə, onun artıq problem öz həllini tapdı deyə videosunu çəkin, bizə göndərin. Bəzi izləyicilərimiz var, biz buradan problemi səsləndiririk, işıqlandırırıq. Aidiyyatı qurumların bəzisi elə həmin problemin həlli istiqamətində dərhal hərəkətə keçirlər. Problemi həll edirlər, amma çox təəssüf ki,
sonradan həll olunmuş versiyanı. Məsələn, deyək də, harasa bir zibil poliqonunu xatırladırsa, siz dəfələrlə müraciət edirsiniz, ora daşınmır, ora təmizlənmir və yaxud da ki, bilmirəm, kanalizasiyada o keçən dəfə bizim izləyicilərimiz dediyi kimi uşaq ağ düşür, qara çıxırsa o kanalizasiya sularının içərisində. Yəni sonradan o problem həll olanda çox xahiş edirik. Bizə nəticəni də çəkin göstərin. Düzdür, biz buradan deyirik, çünki aidiyyatı qurumlar bizə geri dönüş eləyir. Biz bilirik ki, hansı ərazidə artıq səsləndirdiyimiz problem öz həllini tapdı. Amma çox xahiş edirik ki, siz də sonradan vəziyyət necədir, hansı şəkildə dəyişdi, necə təmizlədilər, bəlkə də elə bizə təmizlədik deyirlər, amma heç gedib təmizləməyiblər. Düzdür, burada indi hansısa qurumu yalan danışmaqda ittiham eləmirəm mən, amma ki, bütün hallarda bu şikayəti siz göndərmisinizsə, şikayətin nəticəsini də mütləq çəkin bizə göndərin ki, biz də buradan təqdim eləyək. Və o ki qaldı, Xeyrullah müəllimin hər ay bir maşın oduna 600 manat verirəm məsələsinə. Bəzi ərazilər var ki, orada odun 450 manata, bəzisində 500 manata, bəzisində 550-600 manata satılır. Bütün hallarda hətta 300 manata satılsa belə bir müəllimin təqaüdü nə qədər ola bilər? Deyək ki, 450 manat, 500 manat, yəni 300 manat da bir maşın oduna pul vermək, yəni çox ciddi bir məbləğdir pensiya ilə dolanan biriləri üçün. Yəni rayonlarda da daha çox yaşlı nəsil nümayəndələri qaldığından gənclər digər yerlərə, istəyir paytaxta gəlirlər, istəyirsə də ki, digər böyük şəhərlərə gedirlər və eyni zamanda da ölkə xaricinə üst tuturlar ki, öz dolanışıqlarını daha yaxşı təmin etsinlər. Belə olan halda da artıq yaşlı nəsil nümayəndələri qalır kəndlərdə ki, onlar da dediyim kimi pensiya ilə dolanan adamlardılar. Ona görə ola bilsin ki, gələcək perspektivdə nəzərdə tutulub 2026-cı ilin dövlət proqramında, regionların sosial-iqtisadi inkişafında ola bilsin ki, bu rayonların da kəndlərinə qaz çəkilməsi nəzərdə tutulub. Amma ki, ömür gedir də, insanlar istəmir ki, 5 il oturub gözləsin ki, bunların kəndinə nə vaxt qaz çəkiləcək. İnsan istəyir ki, problemi qısa bir zamanda həll olsun. İnşallah ki, həll olunar. Növbəti bizə müraciət edən izləyicimiz Saatlı rayonu Hacı Qasımlı kəndindən bizə yazıb və deyir ki, onlar da deyirlər ki, qazımız yoxdur Səidə xanım, çətinlik çəkirik, odunla yaşayırıq, onu da çatdıra bilmirik. Sizə müraciət edən Məmmədova Aynurdur deyir izləyici. Hacı Qasımlı kəndində yaşayırıq. Bizim günümüz budur. Tüstüdə qırıb, çərib, oğurlam, özündə xəstə adama. Odun da tap verir onu yandırmağa. İmkanımız yoxdur. Bu gündə yaşayırıq. Özümüzdə körpəliyik. 2 övladı var oğlumun. 2 balası var, körpə. Bizim yaşayışımız budur. Bizə əncam çəkin, bizə qaz lazımdır. Gedirik odun qırmağa, uşağı tuturlar. Deyirlər, filan qədər pul ver. Hardan verək? Körpəliyik. Biz nə qayraq? Nətər eləyək? Qonşu kənddə qaz yanır, bir kəndə o yüzden qazımız yanır, bizlər qazsızıq. Rayonlarda ümumiyyətlə maraqlıdır ki, bəzi kəndlər, məsəl üçün görürsünüz bu xanım da, Aynur xanım da qeyd elədi ki, qonşu kənddə qaz var, o biri kənddə qaz var, amma bizdə yoxdur. Bilmirəm, yəqin ki, bu kəndlərin qazlaşdırılması məsələsi də mərhələli şəkildə gedir, amma Aynur xanımın da şikayəti həqiqətən də təsirli şikayəti idi. Deyir, yəni o qədər bizim imkanımız yoxdur ki, hər dəfə odun alaq. Oğlum da gedir, qırır odunu, ondan sonra saxlayırlar, cərimə eləyirlər. Filan qədər pul alırlar. Yəni biz neyniyək? Qaz yoxdursa məcbursan odundan istifadə eləməyə. Amma az öncə də toxunduğum kimi, hər ailənin maddi imkanı yoxdur ki, 450 manat, 500 manat və ya da ki, 600 manat odun maşınına versin. Bir maşın odun alsın və onu istifadə eləsin. Vallah da, billah da hər kəsin imkanı yoxdur buna. Və ona görə də bu insanlar məcbur olurlar ki, gedib hardansa ağac kəssinlər, kol-kos qırıb gətirsinlər, ağac kəsəndə də cərimə olunurlar. Yəni, belə deyək də, istəyirlər ki, 3 manat qabağa düşsünlər, amma 5 manat arxaya düşürlər. Və bu izləyici diqqət etdirsə, ağlaya-ağlaya videonu çəkir, bizə göndərir ki, yəni mənim imkanım yoxdur da. İnsan hansı şəkildə artıq öz problemini dilə gətirə bilər, hansı şəkildə öz problemini deyə bilər.
ən son mərhələ ağlaya-ağlaya yəni o üsyan etməkdir də. Dünən xatırlayırsınızsa biz İsmayıllıdan bir izləyicimizin problemini diqqətə çatdırdıq. Hansı ki, evi 6 il bundan öncə zəlzələ nəticəsində yararsız vəziyyətə düşüb. Amma İsmayıllı rayon icra hakimiyyəti bu problemi görməzdən gəlir niyəsə. Və adam ağlaya-ağlaya çox uzun bir video çəkmişdi əslində bizə. 10 dəqiqədən çox idi video, amma biz uzağı, yəni 2 dəqiqə təqdim edirik efirdə. Yəni sözümün canı nədən ibarətdir? Bizə bəzən belə deyək də, o problemin əlindən təngə gələn, boğaza yığılan xanımlar var ki, onlar ağlaya-ağlaya video çəkirlər. Gedirik, aidiyyatı quruma deyirik, qapılarını döyürük, ya bizi ələ salırlar, ya bizi qovurlar, ya bizi görməzdən gəlirlər, ya ümumiyyətlə qəbul etmirlər. Nə qədər deyiriksə də, heç elə bil ki, onlara deyilmir deyə dəfələrlə şikayət edirlər. İndi bu Saatlı rayonunun Hacı Qasımlı kəndindən də Aynur xanım Məmmədovanın da şikayəti. Yaşlı bir insandır. Niyə gözü dolmuş bir şəkildə ahuzar eləməlidir? Niyə bizə də qaz çəkin, bizə insan kimi yaşayaq deməlidirlər? Yenə də deyirəm, bu rayonların qazlaşdırılması, kəndlərin qazlaşdırılması prosesi davam edir. Amma ki, bir kəndin qazlaşdırılması üçün Azəri qaza nə qədər müddət lazımdır? Qarşıdan qış gəlir. Və insanlar məcburdular evlərini isitməyə. Şəhərdə olduğu kimi, Sumqayıtda, Bakıda və yaxud da ki, digər böyük şəhərlərdə olduğu kimi mərkəzləşdirilmiş istilik sistemi yoxdur ki, kənddə. Kəndçi məcburdur ki, evini, nə bilim, o ya ceyran peçinə, ya da ki, digər o peçlər var, hansı ki, xanım, görüntünü verə bilərsiniz bura. Hansı ki, o xanım, çox möhtəşəm görüntüdür. Mən məsəl üçün istəyərəm ki, saatlarla o odum peçinin yanında əyləşim. Amma ki, biz qonaq gedirik də, harasa bunu arzuluyuruq. Gündəlik eyni şəraitdə yaşasaq, biz də deyərik ki, qaz verin bizə, qaz verin. Amma ki, qonaq gedəndə, o deyir, kənardan baxana döyüş asan gəlir də. Qonaq gedəndə adamın xoşuna gəlir. Odunun çırçıltısı orada, nə bilim, o çırçırpı atırsan içərisinə və yaxud da ki, nə bilim, 5-6 dənə şabalı atırsan orada o peçin üzərinə, çörəyi qızdırırsan onun üzərində, bir şora da batırıb yeyirsən, bunun ləzzəti həqiqətən də heç bir şeylə ifadə olunmayacaqdır. Amma qonaq gedəndə sənə xoş gəlir. Mütəmadi olaraq o hissin iyində oturmaq heç kimə xoş gəlməyəcək. Çünki bilirsiniz də, kənd yerlərində indi mən mütəmadi gedirəm deyə bilirəm. Bir də baxırsan ki, ağappaqdır da, otaq, emusiyalıdır. Başımı qaldırırsan bu peçi yandırandan sonra, qapqara. Sonra da yazıq Azərbaycan qadını. Əlində əski, başda ki, o divarları təmizləyəsən, sürtəsən ki, sürtəsən. Niyə? Çünki his verir hamısını və belə eləyir. İndi bu anamız da, yaşlı qadındır da, yəni niyə ağlaya-ağlaya problemini dilə gətirməlidir ki? Düz deyək, mən inanmıram ki, indi biz bunu dedik, sabah Azərqaz orada. Çünki Azərqaz deyəcək, bunun üçün maliyyə lazımdır, Azərqaz deyəcək, bunun üçün nə bilim, filan qədər boru lazımdır, nə bilim, nə lazımdır, o qədər şeylər sayacaqlar ki, onların da özlərinə görə problemləri var da bu istiqamətdə. Amma ki, insanlar çox əziyyət çəkirlər. Qazsızlıqdan ümid eləyirik ki, bu qazla bağlı bizə müraciət edən insanların da problemi qısa zaman ərzində öz həllini tapacaq. Yeni qoşulan tamaşaçılarımız, gününüz xeyirli olsun, sabahınız uğurlu olsun və hər şey könlünüzcə olsun. 073-779-0747 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Şikayətiniz varsa, probleminiz varsa və bizim səsləndirməmizi istəyirsinizsə, o zaman probleminizi də video formatda, şərhli şəkildə bizə yönləndirin. Düzdür, indi sizə təqdim eləyəcəyim şikayətdə video yoxdur, amma bir valideynin, bir atanın səs yazısı var və bizə səs ataraq şikayətini bildirir. Və həmin valideyn deyir ki, Xırdalan şəhəri 2 nömrəli məktəbi təmir üçün bağlamışdılar və şagirdlər Masazırda 11 nömrəli məktəbə
köçürtdülər şagirdləri. Uşaqlar payız tətilinə çıxdılar. 9 gün servis pulunu məcburi ödətdilər bizə. Hansı ki, o 9 gün ərzində uşaqlar ümumiyyətlə məktəbə getmədilər. Çünki dediyimiz kimi payız tətili idi. Amma ki, həmin məktəbləri daşıyan avtobusun pulunu məcburi şəkildə valideynlərə ödətdirirlər. Nə olsun ki, övladlarınızı daşımamışıq. Nə olsun ki, övladlarınızı məktəbə aparmamışıq, amma ki, pulumuzu verməlisiniz ki, verməlisiniz. Və İzləyicilər deyir ki, biz də servisin şoferindən kart istədik. Dedilər ki, icazə yoxdur. Komitə pulları yığıb verməlidir. Onu da qeyd edeyim ki, məktəbin müəllimləri servisə pul ödəmirlər, onlar ödənişsiz gedirlər. Və söyləyirlər ki, niyə biz valideynlər hər ay 25 manat verməliyik? Bir evdən 3 uşaq gedir məktəbə. Çox çətindir axı. Hələ hər ay 30 qəpiklik vərəqdə uşaqlar summativ yazırlar. 30 qəpiyin əvəzində summativ pulunu 5 manatdan yığırlar, fond pulu da 5 manat yığırlar. Hər gün uşaqlar 2 nömrəli məktəbin yanında toplaşırlar, servis gözləyirlər və servisə minib 11 nömrəli məktəbə gedirlər, deyir izləyici. Və onsuz da səsini təqdim eləyəcəm sizə və ardından da deyirlər ki, valideynlər gedib direktorun yanına giriblər, direktora şikayət eləyiblər, direktorun qəbulunda olublar. Direktor isə deyir ki, biz pul yığmırıq, müəllimə yığır, gedin, verin korrupsiyaya. Yəni şikayət eləyin müəlliməni korrupsiya idarəsinə. Bəs izləyici soruşur ki, yağış, qar yağanda bizim uşaqlarımızın vəziyyəti necə olacaq? Daha hansı məqamlara diqqət çəkib izləyicimiz eşidək. Sizi narahat edən Həsənov Elçin Rafəddin oğludur. Xırdalan şəhər 2 saylı tam orta məktəbdə yararlanan problemlərlə əlaqədar. Mən Həsənov Elçin cənab Əmin Eminurlayevadan müraciətdə bildirmişəm. Mənim uşağımı oxutmaq imkanım yoxdur. Məktəbdən ayrılan avtobusa mənim verəcək pulum yoxdur. Ona görə də mənim uşağım təhsildən yayınır. Məktəbdə də olmuşam, sektor müdürü var, Sənan müəllim. Deyir ki, bizim avtobus öz ixtiyarınızdır, özünüz tapısınız, özünüz pulun verməlisiniz. Təhsil Naziri deyir ki, yaxın məsafə olduğuna görə biz ona qarışmırıq. Məktəb direktorundakı həmçinin biz avtobus işinə qarışmırıq. Onu valideynlər təşkil edib. Mən özüm istəmirəm valideyn kimi uşağın yanında alçalam. Məktəbdə pul yığırlar. Summativ adı ilə. Dövlət məktəbə kağız ayırır, sinir ayırır, hər bir şeylə təmin edir. Cənab Nazir çıxışında elə vurğulayır ki, mən hər şeylə təmin edirəm. Hər şeylə təmin elədiyi halda niyə bəs bu pullar yığılır? Bəs niyə təhsilimiz kör olur? Niyə məhv olur uşağımız? Gələcəyimiz məhv olur? Yəni əlimdə sübutum da var. Məktəbdə də olmuşam. Demişəm ki, mənim imkanım yoxdur. Komitə sədri. Bizim dövrümüzdə komitə sədri olmayıb. Hər müəllim özünə bir dənə buxaltır ayırıb komitə sədri pul yığır. Nə summativ pulu, nə pul. Hər şeyə pul yığılır məktəblərdə. Məktəb direktorunun da yanında olmuşam. Deyir, avtobus işinə biz qarışmırıq. Biz məktəb remont olunsun, təmirdən qutarsınız, biz məktəbə gedirik. Məktəbdəki hər bir şərait hazırdır. 8 noyabr qələbə günü münasibəti ilə keçirilən tədbir hazır olan korpusda keçirilir. Yəni tender rəhbəri, təhsil naziri oralara bir maraqlansın ki, məktəb remontu hazırsa niyə açılış elə bilir? Məktəb niyə yerinə qayıtmır? Yansı problem varsa niyə aradan qaldırılmır ki? Deməli, 8 noyabr Zəfər günü ilə bağlı məktəbdə tədbir keçirilib. Ondan sonra məktəbi yenə də bağlayırlar ki, məktəbdə təmir işləri başa çatmayıb. Çünki təmirə bağlanan məktəb. Və bu görüntülərdə izləyicilər bizə çəkib göndəriblər. Həmin o şagirdlərin valideynləri çəkib göndəriblər. Bu şikayəti eləyən bir qrup valideyndir. Düzdür, biz birinin səs yazısını verdik, amma bir qrup valideyndir və valideynlər xüsusi deyirlər ki, çox xahiş edirik. Bizim anonimliyimizi qoruyun, çünki uşaqlarımız məktəbə gedirlər. Sabah müəllimlər gözüm çıxdıya salmasın, sabah direktor hansısa bir problemi yaratmasın bizim uşaqlarımız üçün. Ona görə də anonim qalmalarını istədilər bununla bağlı. Amma ki, bir izləyicimiz gördüyünüz kimi öz adı ilə, soyadı ilə bu şikayəti səsli formada bizə göndərdi. Beləcə, yəni uşaqlar küçələrdədirlər, uşaqlar çöllərdədirlər və onlar gözləyirlər ki, servis maşını gələcək və onları daşıyıb aparacaq digər məktəbə. Xırdalan 2 nömrəli məktəbdən hər gün Masazırın 11 nömrəli məktəbinə gedən uşaqların valideynləri narazıçılıq ifadə edirlər.
Və az öncə səsdə də dinlədiniz. Hətta deyir ki, mən Emin Əmrullayevə də müraciət etmişəm. Və təhsilimiz bərbad gündədir, deyir. Mən demirəm, sonra Elm və Təhsil Nazirliyindən deyirlər ki, Səidə xanım, siz niyə Azərbaycan təhsilini bəyənmirsiniz? Siz bizim gördüyümüz pozitiv işlərdən xəbərsizsiz. Ona görə sizə elə gəlir ki, Azərbaycan təhsili sadəcə negativlərdən ibarətdir. Yox, mən heç vaxt deməmişəm ki, Azərbaycan təhsili negativlərdən ibarətdir. Çünki bizim çox yüksək göstərici ilə 600 balın üzərində tələbələr var ki, ali məktəbə qəbul olurlar. Düzdür, onlar da repetitor yanından gəlirlər, amma bəzilər var ki, həqiqətən də, belə deyək də, savadlı uşaqlardır, vunderkin uşaqlardır və onlar daxil olurlar. Və ümumiyyətlə, bütövlükdə bugün Azərbaycan təhsili bərbad vəziyyətdədir demək, yəni çox utanc vericidir, bunu da deyim sizə. Amma ki, təhsilimizdə çox ciddi problemlər var. Bunu da deyim yeri gəlmişkən. Ötən dəfələrdə də mən bunun üzərində gəlmişəm, dayanmışam. Məsəl üçün, bizdə Sumqayıt məktəblərində 2 manat yığılır bu summativ pulu üçün, nə bilim, aylıq fond pulu üçün. Digər məktəblər var ki, 5 manat yığılır. Hətta paytaxt məktəblərində səhv etmirəmsə 5 manatın üzərində yığılır, 10 manata filana yaxın yığılır bu pullar. Və deyirlər ki, valideyn könüllü məktəbə kömək etməlidir. Baxın, könüllü kömək etmək başqa şeydir. Biri də var ki, ayda 5 dəfə valideyn komitəsi qrupa səs atır. Fond pulları nə oldu? Fond pulları nə oldu? Müəllimin ad günü gəlir. Heç nə eləməyəcəyik. Neçə valideyn pul versə adını yazacağıq, təqdim eləyəcəyik müəllimə. Məsələn, sinifdə 30 uşaq varsa, 10 valideyn pul verdi müəllimin ad gününə. Onun adını yazıb verəcəyik. Hə, bu uşaqlara ondan sonra xüsusi yanaşma olacaq. Müəllimin ad gününə pul verirsən. Sənə gözün üstündə qaşın var deməyəcək müəllim. Digər 20 uşaqdır. Hansı ki, bu problemi bizə göndərən izləyici dəfələrlə dedi ki, Səidə xanım anonim qalsın. Və mən ümumiyyətlə onun heç yazı formasında şikayətini də vermədim. Və bugün niyə bir Azərbaycan kişisi, bir ailənin başçısı deməlidir ki, mənim uşaqlarımı məktəbə yola salmaq üçün servizə verməyə pulum yoxdur. Bu məktəbin təmiri bəyəm nə qədər çəkir? Madam ki, siz noyabr ayının, daha doğrusu 8-də Zəfər günü münasibəti ilə məktəbə açmışsınızsa, orada bir tədbir keçirmişsinizsə, demək ki, məktəbdə təhsili də etmək mümkündür. Və daşınma məsələsinə qalanda, bəli, bu artıq valideynlərin özünün istəyi ilə olan prosesdir ki, deyirlər ki, bir dəfəli servis çağıraq və aylıq bilməm nə qədərsə pul verək o servizə bizim uşaqlarımızı daşısınlar. Amma 9 gün məktəb olmayan müddətdə də bu daşıyıcı şirkətdirmi, indi bu sürücüdürmü, hər kimdirsə, niyə sürmədiyi günlərin pulunu alır? Bu da maraqlıdır. Və izləyici çox ciddi problemlərə toxundu və eyni zamanda da qeyd etdi ki, hər sinifin müəlliməsi bir ora valideyn komitəsinin sədri seçib. Hansı ki, bu sədr də ancaq pul yığmaqla məşğuldur. Bəzilərinə bəlkə də 2 manat pul verirsiniz də ayda, çox az görsənə bilər bu məbləğ ki, 2 manatdır da. Amma diqqətinizə çatdırım ki, 2 manat bəzi ailələr var ki, onların 2 gün çörək puludur. Yəni, biz bəlkə də bugün o problemləri ona görə yaşayırıq ki, 2 manatdır da, 2 manata görə danışacağım, 5 manatdır, eybi yoxdur da, bu dəfə də verək geçsin. 10 manat istəyirlər, uşağımın xətirinə, mən qarşı hamımız deyirik də, uşağımın xətirinə, amma uşağın xətirinə də bir yerə qədər olur da, hər yer. Yəni, bugün yenə də deyirəm, niyə məktəb bazar formasında olmalıdır, nə üçün olmalıdır ki? Biz valla müəllim gələndə o bizim vaxtımızın uşaqları deyirik. Deyirdik, görürsən müəllim yemək yeyir. Mən yəni 87-ci ildə 1-ci sinifə getmişəm. Bizim vaxtımızda bəli elə idi. Müəllim görəsən yemək yeyir, o necə yemək yeyir? Müəllim görəsən xəstələnir. Bizim müəllimlə bağlı fikirlərimiz o qədər başqa idi ki, müəllim əl çatmaz idi bizim üçün. Amma indi müəllimlər uşaqlarla pul söhbət eləyirlər, bazarlıq eləyirlər. Nə bilim, atam vəzifədədir, deyilən filan şeyi filan eləsin. Nə bilim, deyirlər sizin yaxşı imkanınız var, filan şeyi filan eləsin. O uşaq sabah hansı elmlə söhbət eləyəcək ki, hansı təhsildən söhbət eləyəcək ki? Yəni, bir daha üzərinə gəlirəm ki, bununla bağlı çox sayda şikayətlər var. Ötən günlərdə, ötən həftə bir də Şəhidlər Xiyabanındaydım.
Zəng gəldi telefonuma bir izləyici. Deyir, oğlum məktəb şagirdidir. 9-cu sinifdə olan, çox təəssüf ki, məktəbin nömrəsi yadımda deyir, çox təəssüf ki. 9-cu sinifdə olan deyir, oğlan uşağı bıçaq çıxardır məktəbdə mənim uşağımın üzərinə. Çox xahiş eləyirəm. Bunu işıqlandırın. Amma siz deyirsiniz ki, təhsildə hər şey yaxşıdır. Valla təhsildə heç də hər şey yaxşı deyil. Təhsilimizdə çox ciddi problemlər var. Və 9-cu sinif uşağı necə olur ki, bugün soyuq silahdır da, kəsici, deşici alətdir. Kəsici alətdir də, bıçaq qoyur cibinə, gəlir məktəbdə, sonra da orada at oynadır, orada hegemonluq edir, kiminsə üzərinə bıçaq çəkir. Və sadəcə mən dediyim kimi, yəni, şəhidlər xiyabanındaydım, şəhid ziyarətinə getmişdim, ona görə yəni, mən yönləndirdim onu, Space xəbərin əməkdaşlarına o problem. Yəqin ki, onun üzərində dayanacaqlar. Yəni, bu qədər bəzən görməzdən gəlir də, məktəbin rəhbərliyi olsun, məktəbdə müəllim olsun, məktəbin nə bilim psixoloqlar olsun. Məktəbdə psixoloqlar təyin olunandan sonra bıçaqla gəzməyən uşaqlar da bıçaqla gəzir. Bir araşdırın, görün məktəb psixoloqları ümumiyyətlə məktəbdə nə ilə məşğuldular? Onlara yalandan mı maaş verirsiniz ayda 300 manat, 500 manat? Düz deyə böyük maaş deyil, 300 manat nədir ki? Bir məmurun çay pulusudur 300 manat. Hə, 3000 manat alsın müəllimlər, niyə də almasın ki, əziyyət çəkirlər? Amma o aldıqlarının bəhrəsini verirlərmi? Məktəb psixoloqları neynirlər ki? Məktəbdə aləm bir-birinə qarşandan sonra, uşaqlar dalaşandan sonra, uşaqlar söyüşəndən sonra, bir-birlərinin ağız burnu partladandan sonra məktəb psixoloqu gəlir. Gəlin yanıma söhbət edin. Bu söhbəti əvvəlcə nə eləmək lazımdır? Kiminsə övladı o dünyalıq olandan sonra sizin etdiyiniz söhbət kimə lazımdır? Sizin verəcəyiniz məsləhət və ya verdiyiniz məsləhət kimə lazımdır, heç kimə lazımdır. Bu, arxadan atılan daşdır. Gələcək, topuğa dəyəcək, keçib də gedəcək o qədər. İndi bu məsələdə də məktəb təmir olunubsa, məktəbin təmiri yekunlaşıbsa, insanları niyə əziyyətə salırsınız? Onsuz da çətindir də yaşayışımız, kör-kör, gör-gör. Düzdür, bəzi izləyicilər sosial şəbəkələrdə mənə yazırlar ki, əşi, sən pulvu balta kəsmir. Deyirəm, ay Allah, eşit də bunların ağzından, heç olmasa bəzi problemlər var ki, onu öz şəxsi maliyyə hesabıma həll eləyərdim. Amma yəni olmur, gerçəkdən də yəni. Çətindir indi, bir qədər də bu təhsildə çətinlik, səhiyyədə çətinlik və yaxud da ki, digər sahələrdə çətinlik. Davam edirik, dəyərli izləyicilərimiz. Deməli, Bərdə rayonunun Səməd Vurğun küçəsindən bir izləyicimiz küçəsini çəkib bizə göndərib və deyir ki, küçə boyu işıq dirəkləri var, amma ki, bizim küçələrimiz çox qaranlıqdır. Yəni, işıq dirəkləri var, amma işıq yoxdur, deyir izləyici. Baxın, küçənin vəziyyəti budur. Səməd Vurğun küçəsi, Bərdə rayon. Küçənin vəziyyəti budur. Zülmətdir, işıq dirəkləri var. İndi yəqin ki, maşın gələr, maşın işığı düşər, işığın dirəkləri görünər. Küçənin vəziyyəti budur. Baxın. Dirəklər var. Düz darvazanın ağzında dirək var. Amma digər ki, işıq vermirlər bizə. Yavaş-yavaş da bir neçə dəfə bu ilə bağlı danışmışıq. Əvvəl dirəkləri qoyurlar, ondan sonra da yavaş-yavaş yəqin ki, işıqlarda salacaqlar. Qaranlıqda, ala qaranlıqda daha doğrusu, saat 5-də, 6-ya işləmiş evindən çıxıb, işə getmək istəyən insanlar üçün küçənin qaranlıq olması problemdir. Çünki küçə itlərinin əlindən bilirsiniz ki, bəzən heç gəzmək olmur. Onun ardından da axşam hava qaralanda yenə də evinə gəlirsən. İndi üzü qışa doğru gedirik, saat 5-dən artıq hava qaralacaq. Ondan sonra da o yolda hərəkət eləmək, bəli, qorxulu olur. Bilmirsən ki, böyründə dayanan kimdir. Bilmirsən ki, harada sən hansısa təhlükə gözləyir. Yəni, qaranlıqdır da, göz görmürsə, artıq sən öz həyatını da sığortalaya bilmirsən. Yox, yollar işıqlı olanda, yaxşı olanda artıq bilirsən ki, qarşıda nə var və yaxud da ki, arxada nə var, sağ tərəfində nə var, sol tərəfində nə var görürsən. Qaranlıq olanda isə çox təəssüf ki, bunları görmək mümkün deyil. İzləyicimizin şikayətini də diqqətinizə çatdırdıq. Növbəti bir şikayət, bir əməyin mühafizəsi və rəsmi xətt müəllimi kimi çalışan, zamanında çalışan, indi isə artıq işsizdir. Vüqar Məmmədov tərəfindən bizə gəlib və Vüqar Məmmədov iddia eləyir ki,
onu səbəbsiz yerə işdən çıxardıblar və onu Xəzər rayonu Binə qəsəbəsi Abşeron Binə Peşə Liseyinin direktoru alladıb. Sənə başqa iş verəcəm deyib, amma sonra da məcburi həmin müəllimə ərizə yazdırıb, işdən çıxma ərizəsi. Və odur, budur, nə həmin bu müəllimi Vüqar Məmmədovu işə bərpa eləyirlər, nə də ki bir şey. Mən Məmmədov Vüqar Talıboğlu, sentyabr ayının 17-si 2012-ci ildən Xəzər rayon Binə qəsəbəsindəki Abşeron Binə Peşə Liseyinə əməyin mühafizəsi və rəsmxət müəllimi təyin olunmuşam. Məni məzuniyyətdə olduğum dövrdə Binə Peşə Liseyinə Nizami Rüstəmov öz kabinetinə çağıraraq ki, bu peşə təhsili üzrə Dövlət Agentliyində keçirilən Elsəvər Salayevin iclasda dediyi sözü ki, iş şəraitində əmək təhlükəsizlik qaydaları fənnini ixtisas fənlərinə bölünsün. Yəni, bir sözlə mən qalıram ortalıqda. Sxem çertoj, yəni rəsmxət dərsi də cəmi məktəb üzrə 2 qrupda idi, yəni 2 saat. Mən də dedim ki, əybi yox, Nizami mənim. Belə bir şey baş veribsə, məni əybi yox. İstehsalat təlimi ustası, laborant, kitabxanaçı və s. digər işlərlə təmin edeyim. Nizami Rüstəmov mənə yox deyərək, məni məcbur etdi ki, ərizəvi yaz, işdən azad ol. Sonra Elsəvər Saliyevlə oktyabr ayının 3-də düzdür, ərizəmi yazandan sonra görüşdüm. Elsəvər mənim, axı sənin sözünə görə məni işdən azad elədilər. Elsəvər Salayev isə mənə bildirdi ki, sənin direktor müavini Nizami Rüstəmov əmək kitabçalının surətini və üstündə kadrlardan alınan bir arayışı almalı idi ki, sən, yəni mən, Vüqar Məmmədov, Binə Peşə Liseyində 1 il yox, 12 ildir pedaqoji fəaliyyətdəsən, bu fənni 12 ildir tədrisini aparsan. Və mən də səndən bu oraya məktub göndərəcəkdim ki, bu müəllim öz fənninin tədrisini davam etdirsin. Xahiş edirəm, məni Binə qəsəbəsində yerləşən Binə Peşə Liseyinə öz vəzifəmə, yəni iş şərində əmək təhlükəsizlik qaydaları və sxem çertoj qrafiki işlər fənninin tədrisinə qaytarasınız. Nə dərs var, mən razıyam. Azdır, çoxdur, mən ona qane oluram. Yəni, az əmək haqqı da olsa, maaşı az da olsa, mən ona razıyam. Çünki mən müəllim adamam, mən qalmışam, onun bunun qapısında fəhlə işləyirəm, gecə dairəsi işləyirəm. Mən cavan adamam, mənə iş lazımdır. Və bir daha diqqətinizə çatdırıram, bu müəllim Vüqar Məmmədovdur. O, Xəzər rayonu Binə qəsəbəsindəki Abşeron Binə Peşə Liseyinə şikayət edir. 12 illik müəllim fəaliyyəti olub orada və ondan sonra bu keçirilən hansısa uyğun bir agentlik tərəfindən bir iclas olub və o agentlikdə müəyyən qərarlar verilib və sonuçda adam deməli kollec bitirdiyinə görə Vüqar Məmmədov və onu müəllim kimi kənarlaşdırılması qərarı verilib həmin bu peşə liseyində. Amma oranın direktoru Elsəvər Salayev idi, yoxsa Salahov idi, onu dəqiq xatırlaya bilmədim. Elsəvər müəllim deyib ki, mən səni başqa işdən təmin eləyəcəm, çünki 12 illik iş təcrübəm var. Sırf bu peşə liseyində, yəni ilk təcrübəsini də elə həmin peşə liseyində başlayıb Vüqar Məmmədov. Və ona çox saylı vədlər verilib, qısa desəm. O vədlərdən sonra da müəllimi məcbur eləyib, hətta deyir ki, mənə təzyiq də göstərdilər ki, ərizə yaz, düzdür, mən o hissəni kəsib çıxarmışdım, amma kəsib çıxartdığım şeylər sonra efirdən özüm deyirəm. Mən də çox belə qəribəyim. Deyirəm, bunu onsuz da deyəsən, onu niyə kəsib çıxardırsan? Hətta deyir ki, mənə fiziki təzyiq də göstərdilər ki, mən bu ərizəni yazım. Yəni, məcburi şəkildə də başının üzərində dayanıb, ona təzyiq göstərməklə bu ərizəni yazdırıblar. Və deyir, mənə söz vermişdi Elsəvər müəllim ki, bəs mən səni başqa bir işlə təmin eləyəcəm. Gördüyünüz kimi, yəni gerçəkdən cavan adamdır. Və mənə iş lazımdır, mən işləməliyəm, söyləyir. Ailə həyatı da qurmayıb verdiyi məlumata görə, çünki deyir, işim olmalıdır, gəlirim olmalıdır ki, sabah gedim, hansısa qapını döyüb, necəsə deyərlər, kiminsə də qızını ala bilim. Və Elsəvər müəllim də deyir ki, Nizami Rüstəmov, yəni mənim müavinim, vaxtında deyir, sənlə bağlı məsələ olanda, o bunu yazılı şəkildə o agentliyə göndərməli idi ki, bu müəllim bizdə 1 il deyil,
12 il bundan əvvəl işləyib. Yəni, müavinim eləməyib. Mənim də heç vecim olmayıb ki, ümumiyyətlə, mənim hansı müəllimimi çıxardılar, hansı müəllimim qalır. Sonuçda bir şəxs, bugün cavan bir müəllim, işsiz qalır. Və o, həmin işinə yox, yəni müəllim kimi də olmasa, amma deyir ki, həmin peşə liseyində istəyir bağban olsun, istəyir nə bilim, nə olsun, bir neçə orada yəni işləyə biləcəyi yerlərin adını da sayır. Nə olur olsun, məni yenidən həmin peşə liseyinə işə götürsünlər ki, mən də özümü idarə eləyə bilim. Yəni, yaşayış üçün idarə eləyə bilim, ondan gedir söhbət. Biz buradan indi bu problemi çatdırırıq. Xəzər rayonu Binə qəsəbəsindəki Abşeron Binə Peşə Liseyinin rəhbəri Elsəvər müəllimə. Elsəvər müəllim yeri gəlmişkən siz Nizami Rüstəmova çox da bel bağlamayın. Gördüyünüz kimi heç lazım olan işlərinin öhdəsindən də gəlmir. Bir müəllim haqqında təqdimat yazıb verməlidir, amma onu işdən çıxarmırlar ki. O maşından olmur ki, onun nə vecinə, nə təqdimatı yazır, nə də ki, təqdimatı göndər. Ona görə də siz müavininizə çox da bel bağlamayın. Düzdür, bizdə bir çox rəhbərlər var ki, onlar ən dərin məlumatı, ən dəqiq məlumatı öz müavinlərindən alırlar. Amma bəzən görürsünüz ki, müavinlər də sizi allada bilirlər. Neçə dəqiqəmiz var? Bir dəqiqəmiz var, səhv eləmirəmsə, reklam fasiləsinə. O zaman elə mən bu arada, çünki başqa bir 2 dəqiqəmiz varsa, artıq başqa bir problemi təqdim eləyə bilərik. Deməli, Salyan rayonunun Ərəb Qardaşbəyli kəndindən bizim qaynar xəttimizə müraciət daxil olub və Qardaşbəyli kənd sakini Ağayev Hüseyn ağa yazır ki, Səidə xanım, bizim kənddə qaz yoxdur. Biz də dəfələrlə desək, bu problem öz həllini tapmır. Qərara gəldik ki, sakinlər olaraq yığışaq və sizə şikayət videosu göndərək, xahiş edirik. Videomuzu işıqlandırın, səsimizə səs verin deyir. İzləyici, eşidək və izləyək. Bizim kəndimiz Salyan rayonunun Ərəb Qardaşbəyli kəndi. Çox tanınmış kənddir, inkişaf edilmiş bir kənddir. 240'a yaxın ev var, 1250 nəfər də əhalisi var. Hər şey var burada. Yolumuz qəşəng, telefonumuz əla, işığımız qəşəng. Ancaq bizdə olan qaz vaxtı ilə heç yerdə bəlkə də olmayıb. 95-ci ildən üzübəri 7 də icra başçısı dəyişilib. 7'si də deyib ki, xoşbəxtəm ki, burada qazı yandıracam, gedəcəm. Ancaq nə tilsimdirsə, nə düğündürsə, şəxsən mən Sevindik müəllim dövründə 2 dəfə getmişik nazirlə, Azərqazın rəisinə görüşə. O söz verib ki, təcil yaxın vaxtlarda Ərəb Qardaşbəyli kəndinə qaz çəkiləcək. Ancaq bugün 2025-ci ildir. Qabada da möhkəm qış gəlir. Əslində şəhərə yox, kəndə qış lazım. Çünki hamı heyvandardır, əkincidir. Gelir palçığa, suya, ıslanıb gəlir evə, evdə bombuz. Uşaq var, qoca var, yaşlı var, xəstə var. Salyan rayonunun dibində Xozalı kəndi ilə bizim aramızda 2 kilometr məsafədə qaz dayanıb Xozalıya gedir. Nefsala Uzqar kəndləri və Qardaşbəyli, Balasurlar, Cəngən, sağımız qaz, solumuz hər yerdə qazda, biz qalmışıq ortada qazsız. Sual işarəsi çıxır ortalığa. Günah kimdədir? Qonşu kəndlərin hamısında qaz var. Bir də bu aziyatda Sovetlikdə bizim kəndimizdə qaz yox, ondan sonra qalmışıq belə körpə uşağı evdə. Özüm də xəstə, nətər mən necə eləyim ki, odun yox. İşimizin son bölümündəyik artıq. Bizə yeni qoşulan izləyicilərimiz var. Sizi də salamlayıram. Gününüz xeyirli, uğurlu olsun. 077 379 07 47 bizim qaynar xəttimizdir. Probleminiz varsa, işıqlandırmağımızı istəyirsinizsə qaynar xəttimizə yönləndirə bilərsiniz. Reklam öncəsi Salyan rayonunun Ərəb Qardaşbəyli kəndindən qaz problemini dilə gətirmişdi insanlar. Onların qaz problemini verdik və bu ağsaqqalın çox gözəl bir çıxışı oldu orada. Dedi, sağımızda qaz var, solumuzda qaz var, suyumuz var, işığımız var, qazımız yoxdur. Burada sual yaranır və elə bu yerdən biraz səsi açım, mümkünsə
eşidək dayının danışdığını, bir də lap əvvələ qayıtmayaq. Qaz vaxtı ilə heç yerdə məşədə olmayıb. 95-ci ildən üzübəri 7 də icra başçısı dəyişilib. 7-si də deyib ki, xoşbəxtəm ki, burada qazı yandıracam, gedəcəm. Ancaq nə tilsimdirsə, nə düğündürsə, şəxsən mən Sevindik müəllim dövründə 2 dəfə getmişik nazirlə, Azərqazın rəisinə görüşə. O söz verib ki, təcil yaxın vaxtlarda Ərəb Qardaşbəli kəndinə qaz çəkiləcək. Ancaq bir gün 2025-ci ildir. Qabaqda da möhkəm qış gəlir. Əslində şəhərə yox, kəndə qış lazımdır. Çünki hamı heyvandardır, əkincidir. Gedib palçığa, suya, islanıb gəlir evə, evdə bumbuz. Uşaq var, qoca var, yaşlı var, xəstə var. Salyan rayonunun dibində Xozalı kəndi ilə bizim aramızda 2 kilometr məsafədə qaz yanıb Xozalıya gedir. Nefsala, Uzqar kəndləri və Qardaşbəyli, Balasurlar, Cəngən, sağımız qaz, solumuz hər yerdə qaza, biz qalmışıq ortada qazsız. Sual işarəsi çıxır talığa. Günah kimdədir? Qonşu kəndlərin hamısında qaz var. Bir də bu Yaxşı da deyir ağsaqqal ki, sual işarəsi çıxır. Mən sadəcə bu əlim yaralıdır deyə bu əlimlə göstərəm. Bu əlimlə göstərəm deyir, sual işarəsi çıxır. Günah kimdədir? Günah bizdədir dayıcan, günah sizdədir. Günah məndədir, günah bizdədir. Biz axı o qazı niyə indiyə qədər çəkə bilmirik? Dayı deyib ki, 7 icra başçısı dəyişmişəm və hər gələn icra başçısı da deyib ki, mən xoşbəxt adam olacam ki, Salyan rayonunun Ərəb Qardaşbəyli kəndinin qazını yandırıb sonra gedəcəm. Məsələn, 7 icra başçısını 5 ildən hesablasaq 35 il. 5 ildən az olmur da normalda icra başçılara, əgər yaxşı işləyirlərsə, etimadı doğruldurlarsa. Bunu toplayırıq 35 il. Deməli, 35 il hələ 7 icra başçısını dəyişən dayı qaz gözləyir. Lap 5 ildə oradan çıxaq, lap 10 il çıxaq da 25 il. Ola bilsin ki, hansı 2 il işləyib, hansı 3 il işləyib. 25 il. Ortaq belə deyək də, rəqəm götürək də. 25 il bu ağsaqqallar və orada çox şikayət gəlmişdi. Sadəcə bu dayının danışığı adamın ürəyinə yax kimi yayılırdı. Çox da qəşəng danışırdı. Ona görə ən çox da onun çıxışından təqdim elədik. 7 icra başçısı dəyişən dayı bundan sonra da mı 7 icra başçısı dəyişməlidir? Düzdür. İcra başçıları kəndə qaz çəkmir. İcra başçıları kəndə su çəkmir. İcra başçıları kəndə asfalt döşətmir. İcra hakimiyyətinin başçıları aidiyyatı qurumlara bununla bağlı müraciət eləyirlər. Bu kənddəmi, rayonun özündəmi, qlobal problem, məsələn deyək ki, yol problemidir və yolu çəkməlisən. Ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi. Bu kəndlər qazlaşmalıdır, ay Azəriqaz. Ola bilər ki, Salyan rayonunun icra hakimiyyətindən Azərqaza rəsmi şəkildə müraciət ünvanlanıb. Bu ola bilər. Biz sadəcə məsələn o tərəfini bilmirik. Amma 7 icra başçısı dəyişibsə və sizin qaz probleminiz həll olmursa, demək ki, bu artıq icra başçıları ilə bağlı olan məsələ deyil. Düzdür, mən icra başçılarını çox tez-tez tənqid edən aparıcı olaraq, amma burada icra hakimiyyəti başçılarının haqqına girmirəm. Böyük ehtimal ki, indi 7-si yazmasa da, amma heç olmasa bir 3-ü təklif yazıb verib də Azərqaza ki, bu kəndlər qazlaşdırılmalıdır. Qazlaşdırılmayıbsa, demək ki, artıq Azərqazın, yenə də deyirəm, ya sizin kəndlə bağlı hələ ki planı yoxdur, ya gələcək perspektivdə nəzərdə tutulub. Və maraqlı bir məqama da toxundu. İzləyicimiz deyir ki, şəhərə yox, kəndə qaz lazımdır. Çünki kənddə cəmaat gedir, malını, heyvanını otarır. Nə bilim, çobanlıq eləyir, örüşdən gəlir də mal heyvanının üzərində. Buz kimi, birazdan da deyir, soyuq qış gəlir. Düzdür, qışın soyuq olacağı ilə bağlı deyiblər, amma ki, indi bu tam proqnoz da deyil də. Lap qışın istisi olmur da. Normal, mülayim hava şəraiti ola bilər, amma ki, isti qış olmur. İstənilən halda, xüsusən də bu düzdür, indi Salyan Aran rayonudur bizdə. Məsələn, az öncə bilirsiniz ki, Kəlbəcərə qarın yağması ilə bağlı xəbər diqqətinizə çatdırdım. İlk qarda demək olar ki, Kəlbəcərə düşür. Amma Kəlbəcərlə Salyanın mühiti eyni deyil. Yəni, Salyanda hansısa bir şəkildə qışı keçirmək mümkündür. Amma Kəlbəcərdə dizə qədər də yox, adamın başına qədər, boyuna qədər qar olur.
Yəni, bu təbiət fərqlidir, amma buna baxmayaraq insanlar bütün hallarda kənd yerlərində yaşayırlar, kənddə yaşayırlar və istəyirlər ki, qaz olsun. Valla 7 icra başçısının öhdəsindən gəlmədiyi işin öhdəsindən biz necə gələcəyik? Bu da o dayı demiş burada. Böyük bir sual yaranır ki, mən indi onu daha dəqiq deyə bilmirəm, amma bütün hallarda biz bu problemləri bugünkü efrimizdə ən azı 10 qaz problemi var idi. Biz bir neçəsini təqdim elədik, amma bütün hallarda biz aidiyyatı üzrə Azərqazın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Eldəniz bəy yönləndirəcəyik bu problemləri. İndi hansı yaxın perspektivdə nəzərdə tutulub, bəlkə də elə bir kənd var ki, 2026-cı ilin ilk ayında, yanvar ayında qazlaşdırılması nəzərdə tutulub. Ola bilər. Bütün hallarda qazla bağlı gələn problemləri biz aidiyyatı üzrə yönləndirəcəyik. Digər bir şikayət Qax rayonunun tam orta məktəbindən bizə gəlib, dəyərli izləyicilərimiz, hansı ki, zamanında orada Qax rayonu tam orta məktəbində müqavilə əsasında ocaqçı çalışan bir izləyicimiz bizə şikayət videosu atıb. O deyir ki, müqaviləm bitdikdən sonra məni məktəbdən çıxartdılar, səbəbsiz yerə məni işdən azad etdilər, işə yenidən bərpa olmaq istədim, qəbul etmədilər. Xahiş edirəm Səidə xanım, bu məsələnin həll olunmasında bizə köməklik göstərəsiniz. Yer gəlmişkən diqqətinizə çatdırım ki, həmin bu şikayəti bizə göndərən izləyicimiz 44 günlük vətən müharibəsinin iştirakçısıdır. Mən Qax rayonu Şötəvar kənd sakini Nadirov Murad Faziloğlu 2-ci vətən müharibəsi iştirakçısıyam. Mən 2024-ün noyabr ayında Qax rayon məşğulluq idarəsinin göndərişi ilə Qax rayon Qorağan kənd tam orta məktəbi Səfər Rəhimov adına tam orta məktəbinə ocaqçı vəzifəsində təyin edilmişəm. Həmən məktəbdə əmək müqaviləsi 5 ay mövsimi müqavilə ilə işimi işləmişəm 5 ay. Aprelin 15-də işimə xitam verilibdir. 2025-in noyabr ayında yenidən mən həmən məktəbin direktoru Günel Orucovaya müraciətimi bildirmək istədim ki, tezəldən yəni işləmək istəyirəm. Orada mən ifadə işlətdi ki, mən işə götürən deyiləm, məşğulluq kimi göndərsə mən onu götürəcəm işə. Həmən məktəbdə ocaqçı vəzifəsində çalışanda 3 illik sertifikat almışam. 2027-yə qədər sertifikatım var. Həmən məktəbdə adıma maaş kartım var. Operator knişkam var. Adımda əmək kitabçası. Yəni bir sözlə mən hara getmişəm, mənim müraciətimə baxan yoxdur. Qax rayon təhsil şöbəsinə getmişəm. Təhsil şöbəsi deyir ki, mənlik deyil, yuxarıdan bilərlər. Qax rayon məşğulluq idarəsinə getmişəm. Abdullah Abdullayevin yanına. O deyir ki, mən bilmərəm, bizlik deyil. Şəki rayon regional təhsil idarəsinə getmişəm. Alqış Əsrətovun yanına, qəbuluna getmişəm. O da deyir ki, bizlik deyil. Şəki rayon regional məşğulluq idarəsinə getmişəm. O da deyir ki, bizlik deyil, yuxarıdandır. Yəni bir sözlə burada heç kim boyuna almır ki, yəni səbəbsiz yerə, heç bir xəbərdarlıq olmadan məni məktəbdən uzaqlaşdırıb, həmən yerimə qadın işçi götürüblər. Yəni bu nə dərəcədə düzgün, yəni həm katerniya qadın xaylağı götürülür. O yuxarı haradırsa, o yuxarını axtarıb tapmaq istəyirəm, amma baxıram ki, yəni bizdə yuxarıda işıqlarda, bir də ki, tavanda, onunla o tərəfə yəni yuxarı yoxdur da. Amma ki, yuxarılar var da. Biri var ki, o yuxarı biri olsun, biri də var ki, yuxarılar da. Bundan ona, ondan buna, ondan buna belə pilləli şəkildə də sanki bir hündür mərtəbəyə qalxırsan və sən o 1-dən 15-ci mərtəbədirmə ora qədər qalxmalısan və orada da o qədər adamlar var ki, bu onun üzərinə göndərir, o bunun üzərinə göndərir. Və dediyim kimi 44 günlük vətən müharibəsinin iştirakçısıdır. Sadəcə burada bir şey diqqətimi çəkdi. İzləyici Fuad Nadirov deyir ki, mən məktəbin direktoru, Qax rayon tam orta məktəbindən gedir söhbət. Məktəbin direktoru Günel xanım Orucovaya müraciət etdim. Günel xanım dedi ki, mən işə götürən adamam ki, yəni mən kiməm ki, məşğulluq kimi göndərirsə, onu qəbul edirəm. Mən sadəcə burada bir məsələni başa düşmədim. Məşğulluq bir ildə, məsəl üçün 2-3 dəfə ocaqçımı təyin eləyir məktəbə? Hamını 5 ay mı işlə təmin eləyir? 5 ay dolandı adam, anladıq. Amma ilimiz 12 aydan ibarətdir. 7 ay qaldı axı bu tərəfdə. 7 ayda neynəsin? Havanı mı udacaq, çəkəcək ciyərlərinə? Düzdür, oksigen hamımıza lazımdır, amma oksigenlə də qarın doymur. Və
xüsusən də bilirsiniz ki, cənab prezidentin şəhid ailələri ilə bağlı və eyni zamanda qazilərlə bağlı tapşırığı var və dəfələrlə bu tapşırığı verib ki, bu kateqoriyadan olan insanlara xüsusi diqqət, qayğı ayırmalısınız. Və bugün bir qadın gəlir məktəbdə ocaqçı işi ilə təmin olunur və bir cavan adam da Vətən müharibəsi iştirakçısını da kənarda saxlayırlar ki, 5 ay yemisən, bəsindir, səndən sonra da 5 ay gələn yesin. Ocaqçının isə maaşı nə olacaq? 200 manatın üzərindədir, səhv eləmirəmsə. Yəni, belə bir böyük məbləğdən də getmir söhbət. Sadəcə Şəki regional deyirmənlik deyil, nə bilim, Qaxın təhsil şöbəsi deyirmənlik deyil, yaxşısizlik deyil, oluq deyil, buluq deyil, nə bilim, heç bir vizlik deyil, bizlikdirmi, biz təyin eləyə bilsək, biz təyin eləyərik, yenə də deyirik. Biz prezidentin göstərişinə uyğun olaraq ilkin mərhələdə bu şəxsləri işlə təmin eləyə bilərik, amma bu bizim öhdəmizə düşən vəzifə deyil də. Bizim öhdəmizə düşən sadəcə problemi işıqlandırmaqdır və buradan Qax Təhsil İdarəsini, Şəki Regional İdarənin və eyni zamanda Qax Tam Orta Məktəbinin direktorunun, eyni zamanda Məşğulluq Agentliyinin hansı ki, onlar 5 aydan sonra birisinin yerinə digərini. Başa düşdüm, deyəcəksiniz ki, müqavilə ilə işləyib, amma ki, hər dəfə bir müharibə iştirakçısı ilə və yaxud da ki, bir işçi ilə müqavilə bağlamaq nəyə lazımdır ki, elə bunu bir dəfəlik, nə bilim, bir neçə illik təyin etmək olmur bu məktəbə? Mən düşünürəm ki, təyin etmək olar. Və bu izləyicinin də problemini aidiyyatı üzrə diqqətə çatdırdıq. Məsələ burasındadır ki, müqaviləsi bitib və ona heç bir xəbərdarlıq olunmadan o işdən azad olunub və onun yerinə məktəbə başqa bir qadını ocaqçı kimi götürüblər. Məktəbin direktoru deyirmənlik deyil, Qax Təhsil İdarəsi deyirmənlik deyil, Şəki Regional deyirmənlik deyil. İndi biz də başlamalıyıq bu kimlikdir deyə axtarış etməyə, amma bu da, necə deyərlər, bizim işimiz deyil. O yuxarı hər kimdirsə, xahiş eləyirəm, bizim qaynar xəttimizə zəng vurun, biz də bilək ki, hansı yuxarıdan söhbət gedir. Nəysə, yaxşı ki, bizim gözümüz yuxarılarda deyil, bizim gözümüz elə öz yerimizdədir və studiyamızda sizdən ayrılırıq, dəyərli izləyicilərimiz. Bu günlük xəbərinizin də proqramında sizə çatdıracaqlarımız bundan ibarət idi. İnşallah qismət olacaqsa sabah yenidən sizinlə görüşəcəyik. Siz isə Space TV-dən ayrılmırsınız, çünki həmkarım Tarix Əliyevin təqdimatında Tarixin bir günü veriliş efirdə olacaq. Yeri gəlmişkən, geyimimə görə bir daha bu plana qayıdım. Çox üzr istəyirəm. Geyimimə görə Moda Plus qadın geyimləri mağazasına sonsuz təşəkkürümü bildirirəm. Zövqül xanımlar, mütləq yolunuzu Nərimanov və Saatlı binanın altında yerləşən Moda Plus mağazasından salın. Orada ən gözəl geyimlər çox münasib qiymətə sizə təklif olunur. Belə ayrılırıq. İnşallah sabah yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın.